Salam, hörmətli müəllimlər və dəyərli izləyicilər, hər birinizə xoş gördük. Bu gün sizinlə fizika müəlliməniz Günün Əliyevadır. Sizlərin istəyini nəzərə alaraq 7 iyun 2026-cı il tarixində keçirilən 1-ci və 4-cü qrup fizika imtahan suallarının həllərinə baxacaq. Baxmayaraq ki, bir çox müəllim həmin imtahan suallarını öz kanallarında yerləşdiribdir. Amma yenə də dəfələrlə sizlərin istəyinə əsasən həmin sualların izahlarını mən də həll edərək öz izahlarımı sizlərə təqdim edəcəm. İndi isə başlayırıq 31-ci sualımızdan və videoya keçməmişdən öncə videonu bəyənib, kanala abunə olun və həmçinin paylaşaraq mənə dəstək ola bilərsiniz. 31-ci sualdan başlayırıq. Sükunətdəki nöqtəvi yüklər arasında Kulomb qüvvələri modullar arasında hansı münasibət doğrudur? Ümumiyyətlə burada sükunət sözünü gördüksə, demək ki, buradakı yüklər tərpənməyəcəkdir. Yəni sükunət sözü odur ki, yəni hərəkət olmur. Sadəcə burada qarşılıqlı təsiri nəzərə almaq lazımdır ki, iki yük burada bir-birinə təsir göstərir. Newtonun 3-cü qanuna görə də həmişə həmin qarşılıqlı təsirdə olan qüvvələrin modulları bir-birlərinə gəlib bərabər olacaqdır. Newtonun 3-cü qanununa görə F1 ilə F2 qüvvələrin modulca bir-birlərinə bərabər olacaq. Bunların istər nisbətlərini soruşsun. F2-ni F1-ə bölək, F1 F2-yə. Yəni nisbətləri birdən ibarətdir. Burada yüklərin fərqli olmaqları sizi çaşdırmasın. Yəni burada qarşılıqlı təsir olduğuna görə hər zaman qüvvələr bir-birinə bərabər olaraq cavab C variantına gedir. 32-ci sualda hansı ifadələr maqnit selin vahidinə uyğun olacaqdır? Maqnit selin müxtəlif düsturları var, təxmini 5-6-ya yaxındır. Əgərlərin bizə sarğac veriləcəksə, maqnit selin düsturu fi bərabər sarğaca görə L-ə görə yazılır. L idir. Maqnit selin vahidi Weberdir. L yəni induktivliyin vahidi Henrydir. I isə cərəyan şiddətinin vahidi də amperdir. Onda demək ki, bir Weberin açılışı Henry vurulsun amperdən ibarət olaraq birinci doğru olacaqdır. İndi ikinciyə baxıram. Burada ohmla verilibdir. Biz bilirik ki, ohm vurulsun metr bu xüsusi müqamətdir, rhodur. Amma F'nin maqnit selin müqamətlə əlaqəli belə bir düsturu var idi. Fi bərabər idi, Q vurulsun R-dən ibarət idi. Fi maqnit selidir, vahidi dedik Weberdir. Q yüktür, bunun vahidi kulondur. R də müqamətdir, bunun da vahidi ohmdur. Yəni bir Weberin ohmla əlaqəli düstur vurulsun kulon şəklində olar. İndi üçüncüyə baxıram. Buna uyğun nə yazmaq olar? Biz bilirdik ki, elektrik hərəkət qüvvə bərabər idi. Maqnit selin dəyişimi bölünsün zaman dəyişimindən ibarətdir. Buradan da F'ni tapanda elektrik hərəkət qüvvə vurulsun zamandır. F'nin vahidi dedik Weberdir. Elektrik hərəkət qüvvə, gərginlik, potensiallar fərqi də belə də deyə bilərik. Bunun vahidi volt, T isə zamandır. Bunun da vahidi saniyədən ibarətdir. Demək, volt vurulsun saniyə doğru ifadədir. 1 və 3 32-də cavab B variantına gedir. 33-cü sualımıza baxaq. Kütləsi 1,5 ton olan avtomobil 10 metr saniyə sürətlə ərlik radiusu 20 metr olan qabarı körpü üzərində bərabər sürətlə hərəkət edir. Körpünün tən ortasında avtomobil ona hansı qüvvə ilə təsir edəcək və J-də verilibdir. Öncə verilənləri yazıram. Kütlə 1,5 tondursa, bunu əsas fayda çevirmək üçün, tonu kiloqrama çevirmək üçün 1000-ə vuraram. Bu da gəlib eləcəkdir 1500 kiloqramdan ibarət. Yəni həmişə bilirik ki, fiziki kəmiyyətləri əsas vahidə çevirəcəm. Sürət 10 metr saniyədən ibarətdir. Verilən radius R 20 metrdir və deyir ki, bizə hansı qüvvə təsir eləyəcəkdir. Biz bilirdik ki, çəki nə idi? Dayağa və askıya göstərdiyi təsir qüvvəsi idi. Elə ona görə də bu ifadə, yəni qüvvə versə də bu çəkini bizdən soruşur ki, çəkini tapmaq lazımdır. İndi buradakı körpüyə fikir verin. Bu qabarı körpüdür. Bir qabarı körpü çəkdim. Deyir ki, körpünün tən ortası da bu hissəsidir. Belə olduğu halda biz bilirdik ki, təcil həmişə çevrənin mərkəzinə doğru gəlirdi. Yəni qüvvələr həmişə çevrənin mərkəzinə doğru gəlir. Çəkinin isə düsturu P bərabər idi, mJ-dən ibarət idi. Digər yandan da demişdik ki, burada çəki mj plus a təcilin həyatı ilə bağlıdır. Yəni təcilin taleyini həll edəndən sonra baxsam ki, təcil əgər üzü aşağıya doğru gəlirsə, o zaman buradan belə bir mötərizə açaraq mj minus a şəklinə yazarım. Yox, əgərlərim çökük körpü desəydi, çökük körpünün bax tam çökük olan yerində isə bunun təcili üzü yuxarıya doğru gəlir. Təcil həmişə çevrənin mərkəzinə doğru gəlir də. Onda buna görə düstur mj plus a şəklində olacaqdır çökük körpüdə. Yəni təcil istiqamət hara gedirsə, ona uyğun çəkidəki J minus A, J plus A yazılacaqdır. Sonra baxıram ki,
təcil verilməyibdir bizdə. Təcil olmağına baxmayaraq, verilməyinə baxmayaraq, V ilə R-in sayəsində biz təcili tapa bilərik. Biz bilirdik ki, mərkəzə qaçma təcil A bərabər edir V kvadratı bölünsün R-dən ibarətdir. İstər bunu qıraqda yaza bilərəm, istərsə də bu hissədə gətirərəm, belə yerləşdirə bilərəm. Necə sizə uyğun olarsa, necə rahat olarsa, elə də etmək olar. Gəl kənardan yazaq. Sürətimiz 10-dur. 10-un kvadratı elədir 100, radius da 20-dir. Buradan da təcil gəlib çıxacaqdır 5. İndi çəkidə gəl bunu verilənləri yerinə qoyuram. Kütlə 150 kiloqram, 150 kiloqramdır. Bunu yazıb. J'miz 10, təcil də 5-dir. Buradan da 150-ni vurduq. Ondan da 5-ini çıxdıq. Bu elədi 5. 150-ni də 5-ə vuranda bu da gəldi elədi 7500. Və baxıram ki, burada kilo ilə verib. Onda belə olduğu halda kilo 1000 deməkdir də. Bunun bu hissəsi olar 7,5 kilonewton və 33 Y variantına gedər. 34-cü sual. Tezliyi tənzimlənən dəyişən cərəyan generatorundan qidalanan dövrənin sxemi verilir. Tezliyin müəyyən qiymətində hər iki lampa eyni parlaqlığı göstərir. Tezliyi azaltdıqda lampaların parlaqlığı necə dəyişir və gərginlik də burada konstantdır. Tezliyin azalmağı deyirsə, yəni niyonu buradan azaldandan sonra deyir bu birinci lampa ilə ikinci lampanın parlaqlıqları necə dəyişir? Parlaqlıq sözü ümumiyyətlə hansı ifadə ilə bəlli olasıdır? Təsəvvür elə ki, cərəyan şiddəti nə qədər çoxdursa, onda bu lampaların parlaqlığı da o qədər daha çox olar. Yəni, və yaxud da cərəyan şiddəti nə qədər azdırsa, parlaqlıq da o qədər az olacaq. Ona görə bu ifadə, parlaqlıq sözü cərəyan şiddətlə müəyyən olunur. Yəni, cərəyan şiddətini tapmaq lazımdır. İndi baxıram ki, buradan birinci dəyişən cərəyan dövrəsinə bax, buradakı purjuna baxıram. Purjunu gördüksə, artıq buradakı müqavimət X ilə əvəz olunacaqdır. İndi bu ikinci hissəyə baxıram, mavi hissə qoydum. Burada aktiv müqavimətdir. Aktiv müqavimətdirsə, buradakı müqavimət R məlum. Digər yana deyək ki, bizə buradan başqa bir lampa verir. Bu lampanın da kondensator olanda artıq buradakı müqavimət XS olacaqdır. İndi yazıram bunların ohm qanunu. Birinci vəziyyətimizə görə, yəni buradan indi cərəyan şiddətimizi tapaq da. Cərəyan şiddətimizə görə ohm qanunumuz belə idi. U bölünsün R idi. Amma sadəcə buradakı müqavimət XL-dir. Daha R-la yox, mən bunu XL ilə yazacağım. Həmçinin də görürəm ki, gərginliyin maksimum deyirsən də gərginliyin ayağına maksimum atanda cərəyan da şiddətin ayağına maksimum ataraq eyni indeksə yazılmalıdır. Bu belə UM yazılır buradan. Buradan da tezlik azaldığına görə onda XL-in də açılışı omega L-dir. Omeganın da açılışı tezliklə əlaqələndirsə, bu da 2 pinyodan ibarətdir. Sonra isə görürəm ki, cərəyan şiddətimiz buradan tezlikdən tərs asıdır. Tezliyin buradan azalmağını dedisə, deməli birinci cərəyan şiddət artasıdır. Yəni birinci lampada parlaqlıq artmış olacaqdır. İndi isə ikinci vəziyyətə baxıram. Buradakı ikinci vəziyyətimiz isə görürəm ki, indi buranı qırmızı rəngə salamda buradakı müqavimət R-dir. Ona görə ikinci vəziyyətə görə yazanda U bölünsün R-dir. Gərginliyin də maksimumdirsə, yaxana maksimum atırım. Buradakı biz müqaviməti uzağı buna bu düstur yaza bilərəm. Rho L bölünsün S. Amma bu ifadənin içində nə tezliyi ola bilər, nə periyod ola bilər də asılı deyil. Ona görə tezliyi istər artır, azalt ya da periyodu necə etsən dəyiş. Ona görə buradakı cərəyan şiddətimiz bizim dəyişməz. Çünki tezlik yoxdur bu düsturun içində. Yəni dəyişməz konstant olacaqdır. Birinci artasıdır. İkinci isə dəyişməz. Artar, azalar cavab 34-də D variantına gedir. Amma bu deyək ki, üçüncü vəziyyət adlandırdım. Orada kondensator deyək ki var. İndi bu mənim verdiyim şərtə görədir. Onda elə olduğu halda artıq bu şərtimizə görə deyək ki, üçüncü cərəyan şiddətimizi bizə tapmaq lazımdır. Onda U bölünsün daha, UM bölünsün XS olacaqdır və 1 XS-in də açılışı 1 bölünsün omega S-dən ibarətdir. Omega S də məxrəcdən aşağıdır deyə onu sürətə qaldıram. Buradakı birlərin də yazılmağın önəmi yox, onu silirəm getsin. Omeganın da yerinə 2 pinini götürərəm, yazaram 2 pini və oradan da görəcəm ki, tezlik ilə cərəyan şiddət bir-birlərindən düz asılıdır. Tezlik yazılanda deməli bu mənim verdiyim şərtə görə 3-cü lampanın cərəyan şiddəti, yəni parlaqlığı azalmış olasıdır. İndi isə 35-ci sualımıza baxıram. Bu sualımızda isə bu defekt zamanı udulan fotonun tezliyi 8,13-14 Hz-dir. Cərəyan şiddətini, yəni İ-nin katodla anod arasındakı gərginlikdən, yəni U-dan asılı qrafikinə görə elektronun katoddan çıxış işini hesablayacaq. A çıxış işi sualdır. Verilən fiziki əməliyyatları yazıram.
Fotonun tezliyidir, yəni nüyu verilibdir bizə 8 vurulsun 10 üstü müsbət 14 Hz-dir. Əgər qırmızı sərhəd tezliyi deyilsədir, bu nüyu minimum olasıdır. Amma görsən fotonun tezliyi dediyinə görə belə yazacağam. Digər yandan baxıram ki, buradan bizə verilib H Planck sabiti, elementar yük və bir də qrafikə baxıram ki, üfüqi qrafikdə burada da bizə gərginlik verilibdir. Gərginliyin qiyməti bax buradan başlayan hissədir. 0,6 voltdan ibarətdir gərginlik və biz onun oradakı mənfi hissəsindən baxmırıq. Sadəcə qrafikdə sıfırdan soldakılar mənfi, bu yandakılar təbii sağdır, amma biz həmişə işarəci müsbətini götürəcək, mənfisini yox. İndi belə eləyirik. Buradan görürəm ki, fotoeffekt zamanı deyirsə, yəni demək ki, işıq kvantları mövzusunda fotoeffektdə Einstein tənliyi nə cür idi? Bilirdik ki, foton enerjisi bərabər çıxış işi ilə kinetik enerjini hər zaman tənliyi yazılar. Çıxış işini tapdığını, soruşduğuna görə onu taparıq. Çıxış işi bərabərdir foton enerjisindən kinetik enerjini çıxaran və H neyonun sayəsində biz foton enerjisini taparıq. Foton enerjisi bərabərdir H newdur. Əgər lambda verilsəydi, onda newun yerinə S böl lambdanı qoyarıq, onu tapa bilərdik. İndi new verilsə, indi bunu gəl kənarda hesablayaq. H Planck sabiti 6,6 vur 10 üstü mənfi 34-dür. New isə bizə tezlik buradan verilib 8 vur 10 üstü müsbət 14-dür. İndi 6,6-nı buradan 8-ə vuranda böləcəkdir 52,8. Bunu yazaq buradan. 52,8 vurulsun və 10 üstü mənfi 34, 10 üstü müsbət 14-ə vurulanda bu da elədir 10 üstü mənfi 20 joldan ibarətdir. Foton enerjisini kənara yazıram ki, bunu tapdıq biz 52,8 vur 10 üstü mənfi 20 joldan ibarətdir. İndi gəl belə eləyək. Bu tərəfi buradan silirəm. Yalnız qalsın elə foton enerjisinin öz qiyməti. İndi bu tərəfə baxıram. Elementar yüklə gərginlik. Elementar yüklə də gərginlik olanda buradan isə biz kinetik enerjini çıxarda bilərik. Əgər sürət verilərsə məlum kinetik enerji mv kvadrat bölü 2, yox gərginlik olarsa kinetik enerji yerinə isə elementar yük vurulsun gərginlik yazarıq. Elementar yük buradan verilibdir ki bizə 1,6 vur 10 üstü mənfi 19-dur. Gərginlik isə 0,6 voltdan ibarətdir. İndi bunları da buradan bir-birinə vuranda deməli 1,6-nın vurduq 0,6-ya. Bu 0,96 elədi. Bir də 10 üstü mənfi 19-u var. Gəl indi istəyirsən bunu da belə eləyək. Bu 10 üstü mənfi 19-dur. Cavablara da baxıram. Hamısı 10 üstü mənfi 19-dur. Onda deməli foton enerjisini də 10 üstü mənfi 19-a gətirməm üçün bura gətirərəm, bax bu vergülü bu yana çevirərəm. Onda bura olar 10 üstü mənfi 19-dan ibarətdir. Yəni hamısı 10 üstü mənfi 19-a gətirək çıxaraq da yenə ortaq üstlük olsun. Və salam. İndi isə bizim buradan qiymətlər hazırdır. Çıxış işini tapanda fotondan kinetik enerjini çıxaram. Deməli, foton enerjisinin yerinə 5,28 vur 10 üstü mənfi 19 yazaram. 5,28 vur 10 üstü mənfi 19-u yazdım. Çıxılsın. İndi kinetik enerjinin qiymətinə baxıram. Kinetikin də qiyməti 0,96 vurulsun 10 üstü mənfi 19-dur. Bu da bərabərdir. Görürəm ki, buradan 10 üstü mənfi 19-lar eynidir. Lap elə onların mörtərizə kənarından da belə çıxarda bilərəm. Elə istəsəm bunu buradan belə eləyək də. Buradan sadəcə bir minus qoyaq bu cür şəkildə və 10 üstü mənfi 19-u kənardan çıxaraq belə yazaq. İndi 5,28-dən 0,96-nı da çıxanda bu da gəlib eləyəcəkdir 4,32 bərabərdir. Bu yana çevirək. Bunu belə çevirək bu tərəfə. Ya da bu aşağı hissəni silək. Onsuz da bizə bura lazım deyil. Hə, bu da elədir bərabərdir. 4,32 vur 10 üstü mənfi 19 joule. Buna uyğun gələn cavab da 35-də Y variantına gedir. İndi isə 36-cı sualımıza baxaq. 36-da verilmiş kütləli bir atomlu ideal qazın diaqramının K nöqtəsində uyğun halındakı təzyiq 20 kilopaskaldır. Qazın M və N nöqtələrində uyğun halında təzyiqi müəyyən edəcək. Deməli, bu bizə deyir ki, qoy bunu kənardan yazım. K nöqtəsindəki təzyiqi 20 kilopaskal şəklində veribdir. Amma deyir ki, M və N nöqtələrində təzyiqlərin nəyə uyğun olacaqdır? M nöqtəsinin təzyiqi sualdır və N nöqtəsinin təzyiqini bizdən istəyir. İndi belə olduğu halda keçək verilən şərtimizlə tanış olaq. Biləm.
Demək, biz görürük ki, buradan temperatur ilə həcm qrafikini veribdir bizə. Qoy verilən şərtləri də bura köçürdüm. Bu belə. Aha, bu temperatursa, bu da həcmdir və yalnız bizə buradan pK-nın təzyiqini verir. Deyir ki, PM-in təzyiqi nə qədər olacaqdır və bir də PN-in təzyiqi nə qədər olacaqdır. Verilən də buradakı nöqtə K-dır. Və bu K nöqtəsinə görə baxanda hər damaya bir qiymətin versək, burada. Belə, buna ən rahat yolu belə taparam. Mendeleyevin Klapeyronun tənini nə cür demişdik, yazardıq qısa şəkildə. PV bərabər T-dir. İndi bunun uzun danışmaq istəmirəm, çünki hamısı haqqında daha ətraflı danışmışam mövzu zamanında. İndi təzyiqi bizə tapmaq lazımdır. Təzyiqi tapanda temperaturu buradan həcmə bölərim. K nöqtəsinin qiymətini verdiyinə görə də bunların hamısında indekslərinə K-nı atacağım. Deməli, baxaram ki, bu xəttimiz, şaquli xəttimiz bizə temperatur veribdir. Demək ki, K nöqtəsində burada 1-dir. Həmçinin K nöqtəsində buradakı bizim həcmimizin də qiyməti yenə 1-dir. Demək ki, 1-i 1-ə böləndə bu 20 kilopaskal olasıdır. Bu o deməkdir ki, harda sən bir qiymətin gördünsə, vəssalam da sən onu artıq 20-liklə əvəz eləsin, ya da nisbətlə qrup yazaraq. İndi isə buradan baxacağım mən M nöqtəsinə. M nöqtəsinin təzyiqini tapanda, onda bunların da demək, temperaturunu N-in həcminə böləsim. Və gəlirəm, indi çıxıram bu tərəfimizə, N nöqtəsinə. M yazmışam, amma buradan üzr istəyirəm. M də baxacağım, onsuz N-ə də baxacağım. Bu heç. Buradan indi gəldi, K-dan M-ə doğru gəldi. İndi M nöqtəsində. M nöqtəsindən baxanda isə temperatura baxıram, görüm nə qədərdir sıfırdan. 1 damı, 2 damı, 3 damı, 4 damı. Deməli, temperaturun yerinə 4 qoyuram. İndi isə həcm xəttinə baxıram. Həcmimizə də baxanda bura gəlir, çıxır da. Baxaq, damaları sayaq. 1 damı, 2, 3, 4. Burada gəldi, düşdü 4. Bu deməkdir ki, yenə 4-ü 4-ə böldük, belədir 1. Yəni, harda bir gördüksə onu 20 kilopaskalla əvəz eləyəcəm. Onda belə çıxır ki, M nöqtəmizin təzyiqi 20 kilopaskaldan ibarət oldu. Bu belə. Və yaxud da elə bunu heç belə yazmaqdansa, bir dənə bax, bunun izahda belə demişdik də, nə cür olur? Deməli, temperatur həcmlə asıllıq qrafikini verəndə düz asılıqdırsa, demək nə cür idi? PV bərabər T olduğuna görə həcmlə temperatur bir-birlərindən düz asılı qalanda kənarda qalan hərf var, fiziki kəmət. O, həmin xəttə asılıqdır, həmişə sabit olduğunu bilir. Sabit olmaq da odur ki, bu deməli K-da da, N-də də bunların qiymətləri həmişə eyni şəkildə olacaq. Yəni, isbatı ilə biz çıxartdıq. İndi 20 tapmışam. Onda cavabımız bizim ya A, ya D, ya da Y-dən ibarət olacaqdır. Bunu belə qoydum bir kənara. İndi isə gəlirəm N nöqtəsinin təzyiqinə baxmağa. N nöqtəsinin təzyiqini tapanda temperatur həcmə bölünür. N-in temperaturu N-in həcminə bölünəsidir. İndi bunları buradan silirəm mən. N nöqtəsinə gəlib çatmışam da. N nöqtəsindəki, bax, bu xətti gətirəm, temperaturu sayıram 1 damı, 2 damı. Deməli, N nöqtəsinin temperaturu 2-dir. İndi isə N nöqtəsinin həcminə baxıram. Buradan da bu həcmimizə baxıram. İndi sayaq 1, 2, 3, 4. Bu da 4 damadır. Yəni, oradan da 2-ni də 4-ə böləndə bu elədi 2-də 1. Dedik ki, harda bir görsək, onu 20-liklə əvəz edirəm. Burada bir gördümsə, indi bu 1-in də yerinə 20-lik qoyaram. 20-ni də 2-yə böləndə bu da elədi 10 kilopaskal. Və N nöqtəsindəki təzyiqimizi biz 10 kilopaskal tapdıq. M 20-dir. N isə 10-dan ibarətdir. 20 və 10 bu sualımızda cavab gedəsidir D variantına. Bundan sonraki sualımıza baxaq. Sual 37-də qapalı keçirici konturla hüdudlanmış səthdən keçən maqnit seli bu qanuna dəyişir. Hansı qrafik konturda yaranan induksiya YHKS modulun zamanın asılı qrafiki olasıdır. Biz dedik ki, elektrik hərəkət qüvvəsini tapanda maqnit selini zamana bölmək, bu elə bil ki, maqnit selinə bircə dəfə zamana görə törəmə almaqdır. Ümumiyyətlə, belə bir ümumiləşdirmə aparmışdıq ki, əsasən hansı fiziki kəmətlər ki, zamana bölünürsə, bil ki, ondan həmişə sən törəmə alacaqsan. Misal üçün, S nədir? Demək, daha doğrusu V nədir? S bölünsün T-dən ibarətdir də. Yəni, biz sürəti tapanda yer dəyişmədən bircə dəfə törəmə alırıq zamana görə. Və yaxud da təcil necə idi? Sürətin dəyişimi, demək, təcili tapanda sürətin dəyişimi zamana bölünür. Yəni, sürətdən bircə dəfə törəmə almaq. Yəni, nə isə zamana böləndə bilin ki, ondan törəmə alınasıdır. Hə, indi baxıram bura. Elektrik hərəkət qüvvəni tapmaq üçün Fi-dən törəməni alacağım. Fi-nin yerinə gətirərəm.
4 üstəgəl 5t-nin törəməsini alıram. Rəqəmin törəməsi bilirik ki 0, 5t-nin də törəməsi bu olacaqdır belə. Hərfin törəməsi, yəni t-nin törəməsi 1-dir deyə 5 də 1-ə vurulanda elektrik hərəkət qüvvəmizin sadəcə qiyməti 5 voltdur. Yəni 1 5-dir də bunun qiyməti. Bu da o deməkdir ki, yəni burada zaman olsaydı deyərdim ki, elektrik hərəkət qüvvəsi zamandan düz asılıdır. Amma görsən zaman yoxdur. Deməli bunun sadəcə qiyməti sabit olaraq bir 5-dən ibarət olacaqdır. Bu isə olasıdır cavab buradan B variantına. Sonra baxaq növbəti 37 oldu. 38-ci suala baxaq. Bu sualımızda şagirdlər laboratoriya məşğələsində sürtünmə əmsalını müəyyən etmək üçün cədvəl qurmuşlar. Cədvəldəki boş xanaya dayanan reaksiya qüvvəsi N hansı qiymətlə yazılmalıdır? Sürtünmə qüvvəsini tapacaq. Sürtünmə qüvvəsi verilir və bu boşluq olan hissəni tapacaq. Öncə hansı hissə verilirsə o hissələrə baxıram. N dayanan reaksiya qüvvəsi və sürtünmə qüvvəsi verilir. Birinci gəl belə baxaq və bunlara uyğun ortaq bir düstur bilirik ki, sürtünmə qüvvəmiz bizim bərabər idi. Mu vurulsun n-dən ibarətdir. Bu belə. İndi buradan F sürtünmə ilə n verilirsə, deməli mu-nu çıxarda bilərəm. Mu-nu taparam. Ki, görün mu-nun qiyməti necə dəyişir. Mu bərabərdir. F sürtünmə n dayanan reaksiyasına bölünəsidir. Demək, buradan görürəm ki, F sürtünməmiz bu vəziyyətdə qiyməti 0,4-dür və buradakı isə dayanan reaksiya qüvvəsi 2-dir. Mu-nun da qiyməti gəldi, elədi 0,2. Demək, bunu yazıram ki, buradakı vəziyyətə görə mu-nun qiyməti 0,2-dir. İndi bu hissəyə baxaram, bu cədvələ baxaram. Yenə buradan da mu-nu tapanda F sürtünməni dedik ki, n-ə böləcəm. F sürtünməmiz bizim burada qiyməti 0,8 və n dayanan reaksiya qüvvəsi isə 4-dür. Yenə də görürəm ki, mu sürtünmə əmsalımızın qiyməti eyni şəkildədir, yəni dəyişmir də, sabitdir. Deməli, aydın olur ki, mu-nun qiyməti elə 0,2-dir. İndi mu-nun qiyməti əgər 0,2-dir, indi bu cədvələ baxıram. Buradakı bizə görür ki, verilən sürtünmə qüvvəmizin də qiyməti 1,2-dən ibarətdirsə, 1,2 Newtonsa, dayağın da reaksiya qüvvəsi n-dirsə, biz indi bunu gələk tapaq da. Yenə düsturumuz F sürtünmə bərabərdir. Mu n dayağın reaksiya qüvvəsidir. N də tapanda F sürtünmə mu-yə bölünəcəkdir. F sürtünmənin qiyməti 1,2, mu-nun qiyməti 0,2-dir. Bu da 12-nin 6-ya 2-yə bölünməlidir ki, olacaqdır 6 Newtondan ibarətdir. Bu sualın cavabı buradan da çıxar gedər. B variantı olar. İndi baxaq 39-cu sualımıza. Sualda deyilir ki, 2 vurulsun 10 üstü mənfi 26 kiloqram kütləli yüklü zərərcikdə induksiyası 20 militesla olan bir cins maqnit sahəsinə induksiya xətlərinə perpendikulyar istiqamətdə 1,6 vur 10 üstü müsbət 5 metr saniyə sürətlə sahəyə daxil olur. Zərərciyin cızığı çevrənin radiusu 50 sm olarsa, onun yükünün qiymətini tapaq. Verilən fiziki qiymətlərimizi qeyd edək. Kütlə buradan 2 vurulsun 10 üstü mənfi 26 kiloqramdır. B induksiya vektoru isə 20 milli tesladır. Milli 10 üstü mənfi 3 deməkdir. Bunu yazıram 10 üstü mənfi 3 tesladır. Sürət verilibdir bizə buradan 1,6 vur 10 üstü müsbət 5 metr bölünsün saniyədir. Zərrəciyin radiusu, yəni R isə verilibdir 50 santimetr. Bunu əsas vahid metrə çevirirəm. Santimetr metrə çevirən 100-ə bölərəm. Bu da eləcəkdir 0,5 metr və yük də bizdən soruşulur. Bir də bu hissəyə baxaram ki, burada bizə perpendikulyar deyirsə, bu çevrə üzrə bərabər sürətli hərəkətdir. Çevrə üzrə bərabər sürətli hərəkətdə Lorentz qüvvəmizin düsturu QVB sinus alfadır. Amma burada 90 dərəcə deyəndə bu deməkdir ki, B ilə V-nin aralığındakı qalan bucaq artıq 90 dərəcədir. Əslində bu düstur sinus 90-dır. Sadəcə sinus 90-da bir qiymətini aldığı üçün bu belə olasıdır. Və elə olduğu halda radiusun əslində əzbər düsturunu bilirik. Radius bərabərdir MV bölünsün QB-dən ibarətdir. Sadəcə indi bunun çıxarışını da vermək istəyirəm. Lorentz qüvvənin yerinə gətirərəm, emanı yazaram. İndi buradan da dedik ki, perpendikulyar olanda bunun isbatını da etdik ki, bu çevrə üzrə bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkətimizdə çevrə üzrə də təcridin yerinə V kvadrat bölünsün R-i yazaram. A bərabərdir V kvadrat bölünsün R. Buradan da V-lərin sağdakı ixtisar olunur. Belə bir ifadə qalasıdır. Və radiusu tapanda dedik ki, radius olur nə? NV bölünsün QB-dən ibarətdir. İndi demək olar ki, buradan bizim bütün fiziki qiymətlər hazırdır. İndi isə qalırıq yükü tapmağa.
Yükü buradan tapanda biz demişdik ki, onda yükü tapanda yüklə yerlərin gəlir dəyişir. İndi gəlirik bunu birbaşa yerlərini dəyişir. Buraya yük yazıram. Burada radius və salam. İndi isə başlayaq hesablamanı yazmağa. Kütlə verilibdir 2 vur 10 üstü mənfi 26. Sürət 1,6 vur 10 üstü müsbət 5. R radius 0,5'tir. B indüksiya vektoru da 20 vur 10 üstü mənfi 3'tür. Elə istəyirsən gəl bunu belə yazaq da. 2 vur 10 üstü mənfi 2. Çünki bunun onluğu buna vurulanda mənfi 2 şəklində qalacaq. 2 vurulsun 10 üstü mənfi 2. Sonra isə 0,5 2'ye vuranda bu 1 olur. Bu elə qalsın böyle bu cür şəkildə. Deməli 2'ni 1,6'ya vuranda bu elədir 3, onda 2 və 10 üstü mənfi 2 sürətə qalxanda 10 üstü müsbət 2 eləyir. Elə istəyirsən buradan da yazın bunun yerinə 10 üstü müsbət 2. İndi sadələşdirirəm. 10 üstü müsbət 2, 10 üstü müsbət 5'e vurulanda 10 üstü müsbət 7 olur. Bunu da yazaq belə 10 üstü müsbət 7 və sonra isə mənfi 26 10 üstü müsbət 7'ye vurulanda bu da elə bir 26'dan 7'den çıxmaq deməkdir də. Bu da elədir nə qədər 10 üstü mənfi 19. Belə bir cavab varmı? Burada cavab da getdi C variantına. 40-cı suala baxaq. Sualı bu yana çevirək. Eylervin diaqramda uyğunluqları müəyyən edəcək. Müstəvi hava kondensatorlardan biri sabit gərginlik mənbəyinə qoşulubdur. Digəri isə yüklənəndən sonra mənbədən ayrılır. Hər iki kondensator da lövhələr arasındakı məsafəni azaltmaq. Bu deyir ki, həm mənbəyə qoşulmuş, həm mənbədən ayrılanda məsafəni deyir azalt. Yəni hər ikisini ortaq vəziyyət sal. Gör vəziyyət necə olacaqdır. Birinci şərtə baxıram ki, bir sabit gərginlik mənbəyinə qoşulubdur. Bax, adı üstündə sabit gərginlik mənbəyinə qoşulubdur. Bax, bura qoşulubdur. Haradakı sabit gərginlik mənbəyinə qoşulma deyirsə, bu gərginliyin konstantıdır. Yəni, nə düstur yazaramsa yazım, gərginlik orada konstant olmalıdır. Yəni, o iştirak edəsi də düsturda. Digər ikinci şərtdə isə yükləndikdən sonra mənbədən ayrılıb. Bu deməkdir ki, gərginliyi keçmiş zamanda konstant idi, amma indi o konstant deyil. Artıq o gərgisi konstantdan ayrılıbdır. Özünü kim olubdur burada sabit demək yük olubdur. O zaman bu isə yükün konstant olmağı deməkdir. Ümumiyyətlə yük sözün gördünsə bil ki yük konstantdır. Gərginlik mənbəyinə qoşulmuş deməksə bu isə gərginliyin konstant olmağı deməkdir. Və samində buna uyğun ortaqlara baxıram. Elektrik tutumu artır deyir. Gəl baxaq. Bax, elektrik tutumu artır deyirsə, C bərabərdir. İndi məsafə ilə əlaqələndirirəm. C bərabərdir epsilon, epsilon 0 vurulsun S bölünsün D-dir. Buradan baxaram ki, məsafə ilə tutum bir-birindən tərs asıdır. Məsafəni azaltsaq, yəni bu, buradakı tutum artasıdır. Yəni bu, istər gərginliyin konstant olsun, istər yükün konstant olsun. Yenə də hər bir halda tutum üçün mən müstəvi kondensator üçün bu düsturu yazdığıma görə buradan da tutum artasıdır. Deməli, bir bunların hər birinin ortağına gedir. 2-də yük artır. Bax, bunu ən tez məntiqlə belə də tapa bilərsin. Görürsən, ikinci şərtdə yük dəyişmir. Yük dəyişmirsə, bu o deməkdir ki, konstant o deməkdir ki, bunu nə artıra bilərsən, nə azalda bilərsən. Elə avtomatik bunu heç fikirləşmədən də gözü yumulu gərginliyin konstant olan versiyasını yaza bilərsin. Çünki orada artıq yük dəyişəcək. Burada isə artıq gərginlik dəyişmir. Mən bu cavabı elə birbaşa götürüb yaza bilərsən mənbəyə qoşulan, yəni birinci hissə üçün. Amma dəqiqliklə bunu tapmaq lazımdırsa, gəl bunu belə eləyək də. Gərginlik bərabərdir. Yük bölünsün C-dən ibarətdir. Yükü tapırıq da buradan. Yük bərabərdir C-udur. C-nin də yerinə epsilon, epsilon 0 vurulsun S bölünsün D yazsaq, burada da U-dursa, məsafəni burada azaldarıqsa, görürəm ki, yük artıq burada gəlib artasıdır. Deməli, yük artırsa bu ikinci cavab mənbəyə qoşulana gedir. 3-də lövhələr arasında gərginlik azalır. Bax, indi deyir ki, gərginlik azalır. Amma buradakı birinci şərtə baxıram ki, gərginlik dəyişmir və konstantdır. Bu deməli heç cürə ola bilməz gərginin artıb azalmanı. Bu gərginin dəyişməz halı deməkdir. Konstant dəyişməz deməkdir. Yəni bunun artırmağa ixtiyar var, nə azaltmağa. Demək onda elə avtomatik bu cavabını, üçüncü şərtini yükün konstant olanına gətirib yaza bilərik. Digər yandan da isbatını da yenə yazıram. Bu bərabər Q bölü C-dir. Dedik C-nin də yerinə epsilon, epsilon 0 vurulsun S bölünsün D-ni yazsaq, məsafə ilə gərginlik bir-birlərindən düz asılıdır. Deməli, burada məsafəni azalt dedi. Demək ki, onda gərginlik də azalacaqdır ki, bu da azalar dedi. Deməli, bu üçüncü şərtimiz bizim bura uyğun gəldi. 4-də enerji artır deyil. İndi biz enerjinin hansı düsturunu götürəcəyik? Buradan bizə
Müstəvi hava kondensator deyirsə, bu demək ki, bilirik ki, tutum olmalıdır düsturun içində. İndi dördüncü şərtimizə görə baxaq da indi görə necə yaza bilərik? Məsəl üçün gərginlik konstant olan versiyasını götürürəm. Gərginlik əgərlərin burada konstantdırsa, onda CO kvadratı bölünsün 2-ni götürərik biz. Çünki axı gərginliyimiz bizim dəyişmir. Dəyişməyən hərf həmişə düsturlarda götürülür də. Belə. İndi mən də bunu qoy biraz qırağa, qoy bunu biraz kənardan çəkim, yazılar bir-birinə qarışmasın. Digər yandan da dedik ki, S-nin yerinə həmişə nə yazırıq? Epsilon, epsilon 0 vurulsun S bölünsün deyə. Biraz sərgəsiz yazdım, qoy bunu aydın yazaq. Epsilon, epsilon 0 vurulsun S bölünsün deyə. Bu yanda da U-nun kvadratı x hissə var. Görürəm ki, məsafə ilə elektrik enerjimiz tərs asıdır. Məsafəni azaltlayanda elektrik sahəsinin enerjisi artır. Deməli, bu hansı vəzdə getdi? Gərginin konstant olan versiyası üçün yazmışam da. Onda bu dördüncü şərt getdi bu tərəfə. İndi deyir ki, 5-də enerjimiz azalır. 5-də burada enerji azalırsa, gəlin də bunu da belə yazaq. Yükün konstant olma halı üçün yazaq. Bax, yükümüzü konstant eləyəndə elektrik sahəmizin enerjisinin yük konstantdırsa, bax bu düsturu yazacağım. Q kvadrat bölünsün 2 hissədir. S-nin də yerinə dedik epsilon, epsilon 0 vurulsun S bölünsün D yazsaq, məsafə ilə enerjimiz bir-birən düz asılıdır. Məsafəni azalt deyəndə elektrik sahəsinin enerjisi də azalasıdır. Deməli, bu 5-ci şərtimizdə yükün konstant olan tərəfinə gedir. İndi nə tapıram? Birinciyə 2, 4 variantı uyğun gəlir. Sonra ikinciyə 3, 5 uyğun gəlir. Bir isə bunların ortaqlarıdır. 2, 4, 3, 5 bir cavab buradan A variantına gedəcəkdir. Baxaq sonraki suala. 41-ci sualımızdan diffraksiya qəfəsinin periodu nə qədər olmalıdır ki, onun üzərinə tezliyi 6 vur 10 üstü müsbət 14 Hz olan işıq düşdükdə alınan maksimumların ən böyük tərtibi 4 olsun. İşığın vakuumdakı sürəti verilibdir. Burada diffraksiya qəfəsinin periodu bu dalğa optikasının dərsidir. Diffraksiya qəfəsində olan hissəsinə baxmalıq lazımdır. Düstur D sinus phi K lambdadan ibarətdir. Bunu yazırım. Maksimumlara görə olduqda artıq bunun sinus fisi 90 dərəcə 1 olduğu üçün artıq düstur D bərabər K lambdadan ibarətdir. Bu D sizin çevrədəki bildiyiniz perioddan deyil. Bu adı sadəcə diffraksiya qəfəsinin periodudur ki, deyir nə qədər olmalıdır? Bunu soruşur. Bu yəni məsafədir. Bunu axtarır bizdən. Və mən baxıram ki, deyir ən böyük tərtib 4 olsun. Tərtib yəni bax burada neçəsə tərtib rəqəm K-dır. Bu sadəcə bir vahid olmayan bir fiziki əməliyyatdır ki, bunun qiymətini bizə 4 verdi. C də verilibdir bizə buradan 3 vur 10 üstü müsbət 8. Bir də tezlik var. Tezlik də newdur. New'nu da verib 6 vur 10 üstü müsbət 14-dən ibarətdir. Bu belə. İndi mən baxıram ki, burada K-mız var, amma lambda yoxdur da. Lambda nə cür çıxardarıq buradan? Bilirik ki, C bərabər lambda new'dur. Bax, bu hərflərə görə C var, new var. Deməli, onda lambdanı çıxarda bilərəm. Lambdanı buradan tapanda C new-yə bölünəcəkdir və salam. İndi gətirərəm buradan K durar yerində lambdanın yerinə C bölünsün new-nu yerləşdirərəm. Verilən fiziki əməkləri yazaq. K bizə buradan verilən tərtib 4-dür. Yerinə 4 yazıram. C işığın vakuumdakı sürət 3 vur 10 üstü müsbət 8. New isə bizə verilibdir. 6 vur 10 üstü müsbət 14-dən ibarətdir. İndi sadələşdirək. Demək, 6-nı 3-ə böldük. Bu elədi 2. Və 4-ü də 2-yə böldük. Bu da elədi 2. Sonra 10 üstü müsbət 18 ilə 10 üstü müsbət 14 ixtisar olunanda məxrəcdə sadəcə 10 üstü müsbət 6 qalır. 10 üstü müsbət 6 da sürətə qalxanda müsbətlər mənfi olur. Mənfilər müsbət olur. Bu da elədi 10 üstü mənfi 6. Deməli 10 üstü mənfi 6-lığı mikro olan əvəz edərəm. Burada olacaqdır cavab belə 2. 10 üstü mənfi 6 mikro deməkdir axı. Mikrometrdən ibarətdir. Cavab buradan 41-də A variantına gedəcəkdir. 42-ci sualdan cisimlərin yerə nəzərən hərəkət qrafikləri verilir. Hansı cisimlərlə bağlı hesablama sistemi ətalət hesablama sistemi adlanacaqdır? Ətalət hesablama sisteminin digər oxşar sinonim adı inersial hesablama sistemidir. İnersial sözünün mənası təcilin məhv olmağıdır. Yəni təcil yoxdur, təcil sıfırdır. Təcil nə zaman sıfır ola bilər? Təcil iki hala görə sıfır ola bilər. Ya süknət hal olsun, süknət halı, yəni ki, məsafə dəyişməz, yəni x, s, l məsafə dəyişmir də və yaxud da məsafə dəyişməyəndə demək sürətdə yaranmaz. Süknət hal nə deməkdir? Bax, oturmuşuq yerimizdə, süknət hal odda oturmuşuq da yerimizdəyik. Yəni sürət yoxdur.
Axı oturanda sürət olmur, gərək ayağa duraq. Yeriyək ki, bizim bir sürətimiz olsun. Deməli, sükunət halda bir məsafə dəyişmir. Oturmuş olsa məsafə dəyişməyəcək. Bu sükunət haldır. Əgərlərimdə sürət sıfırdırsa, deməli, məlum ki, təcil də sıfırdır. İndi keçirəm digər halda. Təcil nə zaman yenə sıfır ola bilər? Sürətimiz bizim konstant olsa, sürət konstant olacaqsa, bu hərəkətin adı isə düz xətli, bərabər sürətli hərəkət olacaqdır. Düz xətli, bərabər sürətli hərəkət və demişdik ki, bərabər sözündən sonra hansı hərf gəlsə, o həmişə gəlib konstant olacaq. İndi iki hala baxacağım. Başlayıram indi baxmağa. Bu hala görürsənmi? X-dir, məsafədir də, yəni metroid olan hərfdir. Məsafə dəyişmir. Məsafə dəyişmirsə, yəni X-imiz burada, yəni X, S, L də bu fiziki kəmətlər konstantdırsa, deməli burada sürət yaranmaz. Sürət yaranmarsa təcil də sıfır olar. Demək, birinci şərti götürərəm. İkinci şərtə baxanda görürəm ki, x ilə düz asılıdır. Bu da bərabər sürətli hərəkətin tənliyinə görə, qrafikinə görə burada v-miz bizim konstantdır, təcil də sıfırdır. Bax, həmişə düsturları qarışdırırsansa, qrafikləri qarışdırırsansa, ona uyğun düsturu tezahürünə gətir. Niyə görə x ilə düz asılıdır? Və bu düstura görə də x sıfır üstə gəlinsə v-dir. X ilə düz asıdır, qıraqda qalan hərf v konstantdır. V konstantdırsa, deməli təcil yoxdur, da sıfırdır. Düsturun içində təcil olsaydı, təcilimiz bizim olardı. Amma görsən, yoxdur, təcil yoxdur, burada sıfırdır. Ona görə bunu ikincində götürüm. Üçüncü qrafiklər dedim ki, əyri-üyrü qrafiklər bunlar ya yeniləşən, ya yavaşlayan qrafikdir. Bərabər yeniləşən də yavaşlayan hamısının bu təcilin konstant olmağıdır. Yəni təcil var ya, müəyyən bir qiymətdə sabit olur. Axı mənə deyir ki, təcilin sənin sıfır olsun, ona görə bunu götürmərəm. Bax, bunu da deyək. Buna uyğun tənliyimiz də x bərabər x0 üstəgəl v0t üstəgəl at kvadrat bölünsün 2-dir. Gördüyümüz kimi x t ilə kvadratik şəkildə asılıdır. Və bu təcil var ya, buradakı bu xəttə təcili konstant düşür. Yəni təcilin bir qiyməti var. Ona görə bunu götürmərəm. Bu belə. Amma bunu qrafikimizə belə versəydim, bu da yavaşın hərəkəti. Yenə təcilin konstant olmağı deməkdir. Yəni, qısacası, əyri-üyrü qrafiklər təcilin varlığını bildirir. Ona görə bunları biz götürməliyik. Sonra 4-ə baxıram. 4-də V nədir? Konstantdır. Hansı xətt kiməsə perpendikulyar gedirsə, o konstantdır. V də konstantdırsa, məlum təcil yaramaz. Deməli, təcil sıfırdır. Onda 4-cü şərtə götürərəm. 5-də isə bu yeniləşən hərəkətdir. Sürətin tənlinə baxanda V bərabər V0 üstəgəlsin A t-dir. Sürət nə zaman zamandan düz asılıdır? Təcil konstant olanda. Deməli, bu xətt təcilin konstant olmağıdır. Bunu götürə bilmərəm. 5-də isə bu düstura görə baxılırdı. Həmin düsturun minus AT-sinə görə. Niyə görə? Çünki sürət zamandan xətti azalana sıdır axı. Minusdur, yavaşlayan hərəkətdir. Sürətin tez zaman oxunun xəttinin kəsmələri yavaşlayandır. Tez zaman oxunan sürətlərin uzaqlaşmaları yeniləşəndir. X-lərdə isə və yaxud da S, L olsun da, X, L, S. Bunlarda isə yeniləşən qrafiklər üzü yuxarıya doğru gedər. Yavaşlayanlar isə belə gələsidir. Cavablar nə olur buradan? 1, 2, 4-dən ibarət olaraq hara getdi? Elə bir cavab görmürəm ki mən. Hə, cavab getdi C variantına. 43-ə baxaq. 43-cü sualımızda isə doyan buxarın izotermik sıxılması zamanı onun kütləsi və sıxlığı necə dəyişəcək? Doyan buxarda izotermik sıxılmadır. Doyan buxar ideal qaz qanuna tabidir. Ümumiyyətlə, buxar iki cürür, doyan və doymayan buxar. Demək, doymayanı belə gəl yadda saxla. Demişdim ki, doymayan buxar deyirsə əgər bizə bunu M hərfinə görə yadda saxla ki, MKN-də, yəni ideal qaz qanunları nə kimi qanuna uyğunluqlar var, doymayan buxarın kooperatıdır. Amma doyan buxarda iki dənə əsas qanuna uyğunluqlar var. Doyan buxarımızda əgərlərin izotermik sözünün mənası temperaturun konstant olmağıdır. Yazaram ki, temperatur konstant olacaqsa, deməli, həm təzyiqi, həm sıxlığı, həm konsentrasiyası bunların heç biri həcmdən asılı olmaz. Bu belə. Sıxılma sözünün də mənası həcmin azalmağıdır. Deməli, həcm azalarsa, ox belə gedəcək. Çünki demişdim ki, bax, elə bil bu xətti gətirib bu yana sıfıra doğru qoysan, görərsən ki, xəttin neyinir? Sıfıra doğru azalırdı. Demək, bu həcmin azalmağıdır. Həcm azalır. İndi bizə buradan deyir ki, sıxlığı necə dəyişir? Sıxlıq baxıram ki, dəyişmir. Sıxlığı dəyişməz yazacağım. Və kütləyə buxarın kütləsinə indisə baxanda, bax, buxarın kütləsinə baxmaq lazımdır. Bunda bunun bu düstura əsasən baxacağım. M bərabər rho V-dən ibarətdir. Buradan rho dəyişmir öz yerində, amma həcm görəm neyinir? Həcm azalır. Həcm azalırsa, bu deməkdir ki, buxarın kütləsi də azalacaq. Deməli, buxarın kütləsi azalacaqdır, sıxlıq dəyişməz. Elə bu sualda cavab A variantına gedir.
Bunu belə yadda saxla. Doyan buxarın içində həm suyu var, həm də buxarı var. Amma doymayan içi quru yurtdur. Onun içində su quruyubdur. Yalnız buxarı var. Ona görə buradakı buxarın kütləsi bu birinci şəklə görə də, bu birinci şəkil, bu da ikinci şəkildir. Birinci şəklə görə buxarın kütləsi dəyişir, amma ikinci şəkildə buxarın kütləsi dəyişməz. Çünki orada hamısı quruyubdur, su yoxdur içində. Yəni buxarın kütləsidir də dəyişmir. Yəni indi buradan əgər suyun kütləsini soruşsaydı, təsəvvür edək, buxarın kütləsi buradan azalırsa, bu o deməkdir ki, suyun səviyyəsi artır. Yəni suyun kütləsi artır. Suyun kütləsini soruşsaydı, amma suyun kütləsi artasıydı. Belə. İndi baxaq cavab 44-cü sualımıza. 43-də cavab A variantı olur. 44-cü sualımızda isə bir cins maqnit sahəsində yerləşmiş 0,4 metr uzunluqda cərəyanına düz naqilə təsir edən maksimal qüvvə 20 mN-dur. Naqildəki cərəyan şiddət 5 amper olarsa, maqnit induksiya vektorunun modulunu hesablayacağım. Verilən fiziki əməkləri yazıram. El buradan bizə uzunluq verilibdir 0,4 metrdən ibarətdir. Maksimal qüvvə, yəni F maksimal verilibdir bizə 20 mN. Elə bunu milli-newton şəklində saxlayıram. Çünki cavablar hamısı milli-newton şəklində qoyulubdur. Cərəyan şiddətimiz i-ni bizə veribdir 5 amper və B induksiya vektorumuz da bizdən soruşulur. İndi B induksiya vektoru bunlara uyğun hansı ortaq düstur vardı? Amper qüvvəmizin düsturu var idi. F amperimiz bərabər idi. B il sinus alfadan ibarət idi. Dedik ki, əgər amper qüvvəsi maksimum olanda, özü də deyir ki, maksimumda qüvvə. Onda bu deməkdir ki, sinusumuz 90 dərəcədədir. Sinus da 90'da 1 olduğu üçün düstur bundan ibarətdir. Və bizə deyir ki, B induksiya vektorunu tap. Bilirik ki, hansı hərfi taparıqsa, onun yanındakılar həmişə məxrəcə düşür. Yəni, B induksiya vektorunu tapanda il düşər məxrəcə, F amperdə qalar yuxarıda. Verilənləri və salam yerləşdirim. 20, cərəyan şiddətimiz 5-dir və L də 0,4-dür. Bu da eləyəcəkdir 20 bölünsün 2, 10 milli Tesla. Cavab 44-də Y variantına gedir. 45-ci sualda çevrə üzrə bərabər sürətlə hərəkət edən cisimlərin mərkəzə qaçma təcilinin çevrənin radiusunun asılı qrafiki verilmişdir. Bu qrafik buradan yaxşı düşməyibdir. Gəl bunu biz özümüz yerləşdirək. Necə dedi? Təcilin, yəni A-nın radiusdan, yəni R-dən asılı qrafiki verilibdir. Birinci, ikinci, üçüncü nöqtələr. Bunu biraz da aydın yazaq. Bu bizim birinci nöqtəmiz, bu ikinci nöqtə, bu da üçüncü nöqtə. Hə, deyir ki, bizə omeqanı tapmaq lazımdır. İndi bu hərflərə görə təcil, radius və omegaya görə ortaq bizim belə bir düstur var idi. A bərabər idi, omega kvadrata vurulsun R. Həmişə hansı hərfin ki, bax, bucaq sürətin, hansı hərfin ki, bizdən dəyişimi soruşursa, düsturda həmişə o tapılar. Omega bərabərdir, təcil bölünəcəkdir radiusa. Omeganın başı kvadratdır, deyə. Bunlar girir kökün altına. Ümumiyyətlə, belə baxanda təcil radiusan düz asılıdır. Bax, bu asılığı görürsən düz asılıdır. Elə yadda saxla ki, bir düyün nöqtəsinin üzərində, bir xəttin üzərində nə qədər düyün nöqtəsi varsa, o həmişə kənarda qalan hərfin, yəni omeganın konstant olmağını verir. Deməli, bura 1 nöqtəsi, bura 3 nöqtəsidirsə, omega 1, omega 3-ə bərabər olacaqdır. İndi qaldı ki, omega 2-ni tapmaqda hansından böyük ya da kiçik olacaqdır. Bu xətti də, ikinci xətti də gətirərəm, belə qılaram. İndi əgər bunu belə yadda saxla, omeganın böyük olmağını istəyirsənsə, görürsən təcilən omega 2 yuxarıda yerləşir. Onda xəttin sənin təclə yaxın olmasıdır. Təclə ən yaxın hansı nöqtədir? İkinci nöqtədir. Deməli, ikinci nöqtədə omega sənin böyük olacaq. 2 böyük 1 bərabər 3-dən ibarət olur. Bu sualımızın cavabı. Buna uyğun gələn cavab da C variantı. Ya da bunun əksini götür. Əgər təcilin omeganın böyük olmağını istəyirsənsə, xəttin radiusdan çox uzaq olacaq. Çünki bunlar bir-birlərinə tərs mühərrək yerləşibdir. Gördüyümüz kimi bizim də burada iki xəttimiz daha uzaqda yerləşibdir R-dən. Ona görə bu cür şəkildə ən rahat yolu belə tapa bilərik. Keçdik indi 46-cı sualımıza. Kütləsi M olan sükunət vəziyyətindən sabit F qüvvəsinin təsirli hərəkət edir. Hansı qrafik cismin kinetik enerjisinin gedilən yoldan asıllığına uyğun olacaqdır? Ümumiyyətlə, gəlin belə götürək də. Biz demişdik ki, sükunət sözündən sonra hərəkət deyərsə, hərəkət həmişə yeniləşən hərəkətdir. Sükunət sözünün mənası başlanğıc sürətin 0, başlanğıc kinetik enerjinin də 0, həmçinin başlanğıc impulsun da 0 olmağından ibarətdir. Digər yandan verilən fiziki əməklərimizi yazaram. Sabit F deyirsə, deməli F konstantdır. Bu düsturun içində olasıdır.
və kinetik enerjinin yerləşmə asılı qrafikini verir. Bax, bizə lazım olan hərflər bunlardan ibarətdir ki, bunları tapmaq lazımdır. Biz belə olduğu halda bilirik ki, iş bərabərdir. Kinetik enerjimizin dəyişimindən ibarətdir. İşin yerinə demək, buradan görürəm ki, nə var? F var, S var deyə. İşin yerinə gətirərəm, Fs qoyaram, bərabərdir. Bir dəyişimin də delta kinetik enerjinin dəyişimidir. Sondan həmişə başlanğıclar, yəni son kinetiklikdən başlanğıc kinetik enerjini çıxaram və gördüyümüz kimi kinetikin başlanğıcı sıfırdır. Deyəm də buranın yerinə sıfır qoyaram və salam. Nə görəm? Yəni son ifadəmiz budur da. Kinetik enerji bərabərdir. Fs-dir. Kinetik enerji S-dən soruşursa, S-dən düz asılıdır. Düz asılımızın qrafiki burada A variantına gedəcəkdir. Yenə də deyirəm, həmişə qrafikdə iştirak eləməyən hərf var, F. O asılıqda həmişə konstant olmağını verir. Yəni F konstant. Deyək ki, güya burada hər hansı bir Z var, Y-dən həsəli, güya da indi elə bir hərflər var. Onda Z də burada konstant olacaq, Y də konstant olacaqdır. Yəni belə. Keçdik 47-ci sualımıza. Bir düz xət üzrə hərəkət edən iki maddi nöqtənin, yəni bir maddi nöqtəmiz deyək belədir, ikincisi də belədir. Bunların qrafikləri zamanın asılığı verilibdir. Müşahidəyə başlayandan 4-cü saniyənin sonunda maddi nöqtələr arasındakı məsafəmizi biz hesablamalıyıq. Yəni, bu bizə deyir ki, mən sənə təzə zaman verirəm. Bax, hal-hazırdakı zamanımız bizim 10 saniyədir. Amma deyir ki, mən sənə təzə zaman verəndə təzə zamanım 4 saniyədən ibarətdir. Onda sən x1 koordinatı ilə x2 koordinatların aralarındakı məsafəni tap gör. Bunların arasında məsafə nə qədər olacaqdır? Öncə biz demişdik ki, x-in t-dən asılı qrafikləri istər xətlərimiz düz xət olaraq yuxarıya getsin, istər xətlər düz xət olaraq aşağı getsin də. Yəni, düz xətləri sən qısacası gördünsə, bilməlisən ki, bu bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkət isə sürətin konstant olmağı deməkdir. Yəni, bizim sürət dəyişmir. İndi mən birinci hərəkətə baxıram. Birinci hərəkətdən mən buradan sürəti tapacağam. Bərabər sürətli hərəkətdən sürətin düsturu V bərabərdir x minus x0 bölünsün t-dən ibarətdir. Qrafikimiz bizim buradan sıfırdan çıxırsa, bu başlanğıc x0-ın sıfır olmağıdır. Gəlir bura, buradakı bizim zamanımız olur 10 saniyə. Buradakı isə bizim son koordinatımız gəldi, elədi 30-dan ibarət. Son koordinatın yerinə 30, başlanğıc koordinatın yerinə 0, zamanımız da bizim burada 10 olduğu üçün bax, sürətimizi indi biz buradan tapdıq ki, bu 3 metr saniyədir. Bunu qoydum bir kənara. İndi mən buradan təzə bizə verdiyi zaman verir 4 saniyə. Bax, bu zaman 4 saniyəmə görə təzə x birimi taparam. Yəni, bu birinci maddi nöqtənin hərəkətidir də. Onda x1-i tapanda düsturu yenə köçürdərəm. x0 üstə gələnsin v-t'dən ibarətdir. x1 bərabərdir. Bunu görsən, başlanğıc koordinatı 0-dır. 0 üzərinə gəl. Sürət onsuz da həmişə sabitdir. Qiyməti 3-dür. Zaman təzə zaman verilən zamanda 4-dür. Onda 3-ü də vurduq 4-ə. Bu elədi 12 metrdən ibarət. Yəni, bax, biz bu şərtə görə x1-imizi artıq 12 metr şəklinə tapdım. Gəl, istərsən bunu da qoyuram bir kənara belə. Bunu bu yana çəkək. Bunu da belə bir kənara qoyaq ki, x1-imiz bizim 12 metrdən ibarətdir və bunu bir çərçivəyə alıram, qoyaq bir qırafa. İndi isə başlayıram oradan. Birincini bu dəfə silirəm. İndi ikinciyə baxacağım. Bu da belə. Aha, indi nə görürəm mən? Buradan görürəm ki, bizim qrafikimiz ikinci qrafik buradan çıxıb da. Bu buradan çıxırsa, bu isə deməli x0-ın 60 olmağıdır. Gəlir bura. Buradakı son x-imiz isə bizim artıq 30-dan ibarətdir. Və nə görürəm? Zaman burada 10-dan ibarət. İndi yenə də bu birincidir. İndi ikinci hal üçün sürətə baxıram. İkinci sürət yenə də eyni həmin şəkildə x minus x0 böl t. Dedik, düz xətlərdirsə, hərəkət düz xətli bərabər sürətli hərəkətdir. Tənlik də onda bundan ibarət olar. Son x-imiz bizim burada 30, başlanğıc x-imiz 60-dır. Zaman da 10-dursa, bu da elədi nə qədər? 60-dan 30 çıxdı. 30 mənfi 30. Sürətimiz bizim elədi mənfi 3 metr böl saniyədən ibarətdir. İndi ikinci tənlimi yazaram. x2 bərabərdir. x0 üstəgini gələsini v-t'dən ibarətdir. Deməli, bunun buradakı x0-ı görəm nə qədərdir? 60-dır. Yerinə 60 yazdım. Sürətimiz nə qədər tapmışam? Mənfi 3-dür. Onda sürətin yerinə mənfi 3 yazaram. Təzə verilən zaman da 4 saniyədirsə, bu da elədim nə? 60-dan çıxacam 12-ni. Bu da elədim 48 metrdən ibarətdir. Deməli, bizim buradan, bax, belə götürürəm, x-oku çəkərəm. Birinci x1-imiz nə qədərdir? Bu elədi, deyə buradan yazmışam. X1-imiz 12 metrdir. Bunun yerinə 12 metr yazacağım.
İkinci x2'miz isə bizim nə qədərdir? Bu da 48-dən ibarətdir. İndi bunların aralarındakı görəm nə qədərdir məsafədir? Bax, maddi nöqtələr arasındakı məsafəni tap da. Məsafəmiz də bizim bunların arasındakı məsafə böyükdən kiçiyini çıxartda 48-dən 12-ni çıxanda məsafə 36 metr olur. 36 metrdə burada cavab 47-də A variantına gedəcəkdir. İndi 48-ci sualımıza baxıram. Bu sualımızda sərtliyi 1 kilonewton bölünsün metr olan yaya bağlanmış cisim harmonik rəqs edir. Yayın potensial enerjisinin zamandan asılı qrafikin əsasən cismin 4 saniyə müddətində getdiyi yolu tapacağıq. Yolu tapmaq lazımdır bizə. Öncə bir verilən fiziki əməkləri yazaq, görək ağlımıza nə gələr. Sərtliyi verilibdir K, 1 kilonewton, kilo gördüksə bu 1000 deməkdir. Yəni 1000 newton bölünsün metrdən ibarətdir. Verilən zaman 4 saniyədir. Zamanı yerinə götürdüm, 4 saniyəmizi yazdım. Bu belə. Digər yandan da bizdən yolu soruşur. El soruşulur. El axtarışdadır. Bunu da yaxşı yazıq bir kənara. Deməli, biz bilirdik ki, harmonik rəqsdə bir gedilən yol nəyə bərabər idi? 4 vurulurdu x-in maksimum amplitudu idi. Bir də vurulurdu rəqslərin sayından ibarət idi. Bunu yaza bilərəm. Buradakı n-in yerinə də biz bilirdik ki, bax, period nə idi? Zaman bölünsün n idisə, onda buradan n rəqslərin sayını tapanda n bərabərdir. Zaman perioda bərabərdir. Yəni ki, mən buradan n-in yerinə bax, bu ifadəni götürüb yazaram. Elə bunu silirəm. Birbaşa bunun yerinə onu yazacağım. Zaman bölünsün period. Demək ki, indi bizim buradan baxıram ki, zamanımız var. İndi gəl periodu tapaq da. Period bilirdik ki, nə cür tapılırdı? Period t zaman oxunun sayəsində 4 addıma görə tapılacaq. 4 addım nə cür tapılır? Buradan gəldim bura birinci addım. Sonra qalxdım təpə nöqtə ikinci addım. Sonra təzədən düşdüm t zaman oxuna. Təzədən bir də yuxarı qalxdım. 4 addım sayəsində biz periodumuzu tapırıq. Və buradakı baxıram ki, periodumuz bizim 4 saniyədən ibarətdir. Gətirəm, bunu da yazıram ki, period 4 saniyədən ibarətdir. Qalır bir dənə x-emi tapmaq. Bəs x-emi nə cür taparam? Onda mən nə edəcəm? X-emi taparamsa, K var burada. Bir də potensial enerjimizin bu hissəsinə bir dənə fikir ver. Bu potensial enerji deyil, ha? Biz bilirik ki, hər bir fiziki kəmiyyətin qıraqdakı qrafikləri onların həmişə maksimumlarıdır. Bu potensial enerjinin maksimumu sayılır. Yəni potensialın maksimumu. Bir enerjinin maksimumu çönür olur o tam enerji. Yəni tam enerji bizə 1.8 jouldan ibarətdir. Gətirəm yazarım ki, tam enerji 1.8 jouldur. Digər yandan da bax, tam enerji var, K da var daxilə. Onda x-i tapa bilərəmmi? Yay deyir, pulşun deyir və sərtlik deyir, yay deyir. Yayda potensial enerjimizin bu düsturu var idi. K x-in kvadratı bölünsün 2. Amma biz demişdik ki, bu tam enerji olanda həmin hərfin bu hissəsi x-m, yəni maksimum şəkildə olacaqdır. Bu da belə. İndi buradan qalır bizə x-mi tapmaq. X-mi tapacağımsa x-m bərabərdir 2y tam bölünəcəkdir k-dan ibarət. X-in də başı kvadratdır deyə bunlar girəcəkdir kökün altına. Verilənlərimizi yerləşdirəm. Tam enerji 1.8, sərtlik də k-mız da bizim 1000-dən ibarətdir. 2-ni 1.8-ə vuranda belədir 3.6. Yazım buradan 3.6. Sonra 10 üstü müsbət 3 yuxarı qalxanda 10 üstü mənfi 3 eləyəcəkdir. Bunu da biraz belə sadələşdirsəm aşağıdan bu 36 vurur 10 üstü mənfi 4 eləyəcəkdir. 36 kökdən 6 çıxır. 10 üstü mənfi 4 də kökdən mənfi 2 çıxacaqdır. Yəni x-imiz bizim burada elədir 6, 10 üstü mənfi 2. 10 üstü mənfi 2, 0, %1 deməkdir. Cavablara baxıram santimetrsə, elə bu 6 santimetrdir. Gətirim kənardan yazıram ki, x-im, yəni maksimum məsafə, maksimum amplitudu artıq biz tapmışıq ki, 6 santimetrdən ibarətdir. Demək olar ki, bizim bütün hərflərimiz artıq buradan hazırdır. Sadəcə indi eli tapacaq buradan. Elin yerinə demək nədir? 4 vurulur x-im. X-imiz 6 santimetrdir. Verilən zamanımız bizim burada 4'tür. Periodumuz da bizim 4'tür. Demək bunlar ixtisar olunur. 4 vursun 6 olur. 4'ü 6'ya vuranda bu 24 santimetr eləyərək 48-ci sual B variantına gedəcəkdir. Keçdik indi 49-cu sualımıza. Mənbələrdən hansı süni işıq mənbəyi? Demişdik ki, Allah tərəfindən yaradılanlar hamısı təbiidir. İnsan tərəfindən yaradılanlar təbii ki, bunlar süni olacaq da. İldırım Allah yaradır, günəşi də, ulduzu da, şimal parıltısına, qütb parıltıdan hamısı Allah yaradır da.
İnsanlar ise yanan şamı sünidir deyə insanlar yaradır. Cavab 49-da B variantına gedir. 50-ci sualda sıxlıqları eyni, həcmləri müxtəlif olan cisimlər maye səthində üzürlər. Onlara təsir edən Arximed qüvvələri hansılardır? Biz demişdik ki, üzür deyəndə Arximed qüvvə MŞ-dən ibarətdir, amma burada bir dənə diqqət edin. Hansı hərfin ki, konstant olmağını deyirsə, o mütləq düsturda olacaq. Sıxlıqlar eynidir. Deməli, rho mayenin sıxlıqları eynidir, yəni konstantdır. Deməli, düsturda bu iştirak edəsidir. Ona görə F Arximedimin düsturu, əgər kütlə eyni olsaydı MŞ yazardım. Yox, rho eynidir ki, onda bunun yerinə Romayı, J və batanı yazmış olacağım. Ro eynidir. Bununla müqayisə edə bilmirəm. Amma baxıram ki, Arximed qüvvə həcmlə düz asıdır. İndi həcmin müqayisəsi nə cürdürsə, Arximed qüvvəmiz elə olacaq. Baxıram ki, biz buradan ikinci həcm birincidən daha böyükdür də. Bu da deməkdir ki, ikinci Arximeddən birincidən 3 dəfə böyükdür. Ya da nisbət quraram, yazarım. F2 Arximedin F1 Arximedə nisbəti V2-nin V1-ə nisbəti. V2 3V'dir. V1-də V-dən ibarətdir. V-lər gedər, nisbət 3-dən ibarət olacaqdır. Stəngə baralığı silək. Yatıram bunun da yerinə elə 3 qoyum da buradan birbaşa. Oradan da biz F2-ni tapanda 3 F1-ə çarpaz vurur. Yəni F2-miz bərabər olur. 3 F1-dən ibarət. Cavab B variantına gedir, çıxır. 51-ə baxaq. 51-ci sualda deyir, bu hansı fiziki əməklə təyin olunacaqdır? Biz bilirik ki, bu maqnit sahəsinin enerjisi 3 dənə əsas düsturu var da. Hamısını yazıram. Biri L i-nin kvadratı bölünsün 2-dir. Digər düsturu fi i bölünsün 2-dən ibarətdir. Digəri də fi-nin kvadratı bölünsün 2L-dən ibarətdir. İndi nə görəm? Görəm, məxrəcdə cərəyan şiddət var da. Deməli, cərəyan şiddətini aradan çıxartmaq lazım, sadələşdirir. Onda mən bu düsturu götürüb yazaram da. Bu olar belə 2, i kvadrat durar yerdə. Enerjinin də yerinə L i-nin kvadratı bölünsün 2-ni yazaram. 2-lər, i kvadratlar gedər, yalnız L qalır. L-də nədir? İnduktivlikdir. Sarğacın induktivliyi cavab 51-də C variantına gedər, çıxar. 52-ci sualımızda çəksiz linkin A nöqtəsi O dayaq nöqtəsi nəzərə necə dəyişmiş olacaqdır? Bu bilirdik ki, momentlər qaydası qüvvə haradan çıxarsa, dayağa qədər fokuslanırıq. Bax, bura 3 bucaqda göy olan tərəfdə bizim dayaqdır. Buradakı birinci qüvvə momentimiz M1, buradan çıxan qüvvəmiz 2 var, bax bu qüvvədə. O da buradan dayağa qədər olan M2 qüvvə momentdir. İndi baxıram bura, momentlər qaydamızı icra etmək üçün birinci tərəfin qüvvə momenti ikinci tərəfin qüvvə momentinə bərabər olmalıdır. Bura F1-dir, bura F2-dir. M-in yerinə yazırdıq ki, F1 vurulsun D1, M2-nin də yerinə ikinci indekslər yazırdı, F2 D2. Birinci qüvvəmiz 9-dur. Birinci məsafə də bu D1 məsafəm 2-dir. Həmişə oradakı məsafələr çıxan qüvvələrdən, bax fikir ver, qüvvə buradan çıxmayıb, qüvvədən dayağa qədər olan məsafə. Bu da nə qədərdir? 2 metr. Deməli, D1-imiz 2-dir. Digər yana baxanda, buradakı qüvvəm də buradan çıxır. Bu da buradan dayağa qədər olan məsafə. O da D2-dir. D2 də 6-dır. İndi yazıram belə. F2-nin qiyməti 3-dür. D2 də nə qədərdir? 6-dır. Baxın, düzmü yazım? Hə, 6-dır. 9-u 2-yə vurdum 18, 3-ü də 6-ya vurdum 18. Bu deməkdir ki, bunlar bir-birinə bərabərdir. Yəni, bu deməkdir ki, bu çubuq yellənmir. Bax, bu çubuğu götürüm buradan belə çəkim. Bax, biraz mən qalın şəkildə çəkim. Bu çubuğumuz bizim burada bax, elə bil ki, belə bu şəkə durub yelləmir. Çünki bunlar bir-birinə bərabərdir. Misal üçün, deyək ki, sağ tərəf ağır olsaydı, onda A nöqtəsi aşağı düşərdi. Buna fikir ver, saat təqrəbi istiqamətlə bu belə gedərdi də. Amma yox, orada görsən, elə deyil. Və yaxud A nöqtə, əgərlərim sol tərəf ağır olsa, onda bu belə yuxarıya doğru gedərdi. Onda deyərdim ki, bu saat təqrəbin əksi istiqamətlə gedir. Amma gördüyün kimi, hamısının qiymətləri bir-birinə bərabərdirsə, solla sağın qiyməti bir-birinə bərabərdirsə, bu artıq burada hərəkət etməyəcəkdir. Yəni, hərəkət eləmirsə, bu onun tarazlıqda qalmağı deməkdir. 52-də cavab D variantına gedir, çıxır. 53-ə baxaq buradan. 53-cü sualımızda harmonik rəqs edən yaylı, qaçda getdi sual bizdən? Yaylı rəqqasın amplitutunun xarici qüvvənin tezliyindən asılı qrafiki verilir. Əgər yükün kütləsi 100 qram olarsa, rezonans andakı qüvvənin qiymətini Newtonla hesablayaq. Yaxşı, gəlin baxaq. Verilən fiziki qiymətlərimizi qeyd eləyək buradan.
Kütlə 100 qram verilirsə, kiloqrama çevirmək üçün 1000-ə bölərəm. Bu elədir 0,1 kiloqramdan ibarətdir. Buradan bizə verir ki, nə deyir? Amplitude qiyməti, yəni A verilirsə, bu ilə xm deməkdir, yəni maksimum məsafə deməkdir. Maksimum məsafə həmişə harda tapılır? Kənarda olan tərəfidir. Bu içəridəki 20-lik onun müəyyən bir məsafəsidir. Amma bu kənar hissə xm, yəni maksimum olan məsafədir. Bundan o tərəfə daha uzaq məsafə yoxdur. Xm bizə verilibdir 50. Bir də şəkil baxaq görə hansı nə verib? Santimetr verib. Bu santimetr isə 100-ə böləcəm. Onda bu da elədir 0,5 metrdən ibarət. Bunu da yazıram bir kənara. Sonra bizə deyir ki, qüvvəni tapın. F-də sualdır. Bir yandan da biz demişdik ki, bu rezonansın qrafiyidir. Rezonans qrafikində burada verilən xarici tezlik, omegası, periodu hər biri bir-birlərinə gəlib bərabər olacaqdır. Yəni həmişə də bu onların maksimum qiymətində buradakı niyonun, t-nin, omeqanın qiymətini götürəcək. Bu da nə qədərdir? Niyomuz bizim buradan 2 hertzdən ibarətdir. İndi başlayıram. Qüvvə var, kütlə var deyəm. Qüvvənin düsturu Newton ikinci qanuna görə F bərabər m-anı yazacağam. Və bizə deyir ki, bu rezonans anda, yəni ki, qüvvənin maksimum qiymətdə bu anda bunu tapana deməli bizə təcildə maksimumu lazımdır. Bəs təcilin demişdik maksimumu nə cür taparım? Kütlə vurular. Təcilimiz yadınıza çevrə üzrə bərabər sürətli hərəkəti bizim belə bir düstur var idi. Omega kvadrat R idi. Demişdik ki, o çevrədəki radiuslar bu mövzuda mexaniki rəqslər və dağlarda xm-ni əvəz edirdik. Ona görə buradan mən R-in yerinə gətirərəm xm-imizi qoyaram. Daha sonra dedi ki, əgərlərim tezlik gördüksə, onda omeganın yerinə yazaram, 2 pi nu yazaram. Omeganın yerinə 2 pi nu yazanda omeganın başı kvadratdır deyə, onda bunların da kvadratları şəkildə olar. Bir də bunlar da xm-dən ibarətdir. 2-nin kvadratı 4 olasıdır. Buna yazıram 4. Digər də pi kvadrat, nu kvadratı şəklində yazıram. İstəsən təcili kənarda tapa bilərsən, ya da istəsən buradan təcilin buradakı qiymətini görürsən AM-in yerinə. Gətirərsən bunu buradan yerləşdirərsən də bu bundan ibarətdir, bu ifadədən ibarətdir. Hadi istəsən gətir elə qoy yerinə, fərqi yoxdur. Yenə gətirin bunu birbaşa qoyun belə, təcrimizin yerinə bunu tapaq. Məsələ. İndi gəl sadələşdirək bunu. Kütlə verilib bizə 0,1 vurulsun 4. Pi kvadratına fikir ver 10 şəklində veribdir. Bəzən fikir vermədən pi-ni 3 götürüb kvadrata yüksəlir 9 görürüz ki, cavab çıxır. Ona görə diqqətli ol. Sonra tezlik verilib 2. 2-nin kvadratı 4-dür. Xm də verilibdir 0,5. İndi bunu buradan sadələşdirsək, 4'ü 0,5'e vurduq, belədir 2. 4'ü 10'a vurduq, belədir 40. 40'ı 2'ye vurduq, belədir 8. Burada 0,1 var. Bu da gəldi, elədir 0,8 Newtondan ibarət olur. Bizim bu sualımızın cavabı. İndi isə baxaq buradan 54-cü sualımıza. Burada mən səhv yazdım. Səssəni 0,1'ə vuranda cavab 8 Newton eləyəcəkdir. Burada bir 0 tərəfi yazmadım. Belə. 54-cü sualımız hardadır? Aşağıdadır. Deyir, hansı ifadələr doğru olacaqdır? Beta mənfi parçalama zamanı. Beta çevirmənin dedik ki, 2 növü var. Əgərlərin beta mənfi olacaqsa, bu elektrondur. Elektron mənfi 1 sıfırdan ibarətdir. Amma beta müsbət isə pozitrondur. Yəni elektronun əksi müsbət 1 sıfırdır. Yadınızdadırsa belə bir izah vermişdim. Bunu daha ətraflı danışmışdım izahda. Əgər nəyəsə sıfır olmağı deyirsə, o demək dəyişmir. Biz bilirdik ki, sol tərəf aşağı Z protonların sayını bildirir, sol tərəf yuxarı A isə kütlədədir, digər adı nukleonların sayını bildirmiş olacaqdır. Nə sıfırdırsa, o heç vaxt dəyişmir. Yəni, burada A-mız bizim sıfırdırsa, bunun nukleonları dəyişməyəcək. Onda nukleonları dəyişmirsə, birinci vəziyyətimizi götürəcək. Z-imiz isə bizim burada mənfi 1-dir. Bunlar reaksiyaya girəndə, demişdik ki, mənfilər reaksiyaya girəndə parçalandan sonra onlar artırlar, amma müsbətlər isə azalır. İndi bu da nə görə mənfidir? Mənfidirsə nə qədərdir? 1-dir. Protonların sayı 1 vahid artasıdır. Protonların sayı 1 vahid artır 3-dür. Diqqətlə dərsin izahına yenidən təkrardan baxın. Onda bu gedişatı anlayacağız. Cavab 1 və 3-dən ibarət olacaqdır. Baxaq 55-ci sualımıza. Rəqs konturunda maqnit sahəsinin enerjisinin elektrik sahəsinin enerjisindən asılı qrafiki verilmişdir.
A nöqtəsinə uyğun anda sarğacdakı cərəyan şiddətin ani qiymətini bu yerdən də baxaq. Ani qiymətlə onun maksimal qiymətdən 2 dəfə az olar. Bu vəziyyətlərdə elektrik sahəsinin enerjisini hesablayacağıq. Deməli, nə deyir bizə? Bu verilən şərt yazın. Deyir ki, cərəyan şiddətinin ani qiyməti onun maksimal qiymətinin 2 dəfə azdır. Yəni, dəfə azdır olanda bu bölünmək deməkdir də, bu belə. Və deyir, elə olandan sonra sən nəyə tap? Kinetik enerjini tap dedi, yoxsa maqnit sahəsi enerjisini dedi, necə? Nədə maqnit sahəsi enerjisi, elektrik sahəsi enerjisini üzr istəyirəm. Kinetik hardan gəldi ağlıma mənim? Elektrik sahəsinin enerjisini tapacaq. Bir dəqiqə. Bunu buradan silirəm. Bu da elektrik sahəsinin enerjisini tapacaq. Aha. İndi bunu danışmışdıq ki, izahda istər burada maqnit sahəsinin enerjisi dursun, istər burada elektrik sahəsinin enerjisi dursun. Həmişə kənar olan hissələr buralar bizim tam enerjimiz olacaqdır. Ona görə ki, sıfırdan uzaq olan ən böyükdür. Yəni, başqa sözlə tam enerjini bilirdik ki, həm elektrik ilə həm maqnit sahəsinin enerjisi cəmindən ibarətdir. Deməli, buradakı maqnit enerjimiz deyil, o bizim tam enerjimiz. Bu deməkdir ki, həmçinin burada 100 millijoule da bizim tam enerjimiz olacaq. Kənardan yazaram ki, tam enerjimizin deməli qiyməti hazırda 100 millijoule-dur. İstənilən bir enerjinin maksimumları, amplitud qiymətləri o bizim tam enerjimiz olacaqdır. İndi buna əsasən də başlayıram mən buradan görüm nə yaza bilərəm. Biz bilirdik ki, əgər bizə bir enerjinin, bir fiziki kəmiyyətin özü, bir də ani qiymətləri verilərsə, həmişə tam enerji yazar. Bax, görürsən, cərəyan şiddətinin ani qiyməti var, bir də maksimum var da. Deməli, biz mütləq buradan tam enerjinin düsturunu yazacaq. Bizə deyir, elektrik enerjisini tapın. Elektrik enerjimizi buradan çıxaranda elektrik sahəsinin enerjisi onda tam enerjidən maqnit sahəsinin enerjisini tapmaqla, tamdan maqnit sahəsi enerjisini çıxardacaq. Sonra burada bir ifadə var, ona fikir verin. Sarğac deyir. Sarğac deyirsə, deməli bu elin konstant olmağı deməkdir. İndi buradan necə yazarım mən? Tam enerjinin yerinə və i'miz də bizim burada olduğuna görə tam enerjinin yerinə gətirərəm, yazaram ki, L-I M-in kvadratı bölünsün 2 demişdik. Tam enerjilərin yerində həmişə indekslərində M olur. L də var deyə L yazacağım sonra. Maqnitin yerinə isə maqnit sahəsi enerjisini həmin düsturu yazaram. Sadəcə maqnit enerjisi də həmin fiziki düsturların ani qiymətləri olasıdır. Bu da belə. İndi bir dənə diqqətli ol, fikir ver. Əlimdə tam enerji var, 100 millijoule-dur. Tam enerji deyirəm ki, L-I-M kvadrat bölünsün 2-dir. O zaman sizcə mən nə edə bilərəm? Bu cərəyan şiddətləri ani sıradan i-də. Həmin o sıradan i-nin yerinə i-m bölünsün kökdə 2 yazaram. Hər indeksi i-m'ə gətirməliyəm ki, prosto sadəcə məndə tam enerjinin qiyməti var, ona əsasən. Deməli, onda bunu mən belə yazıram. Bu tərəfi köçürdürəm, i-m kvadrat bölünsün 2-ni köçürdürəm. Buradakı isə i-nin yerinə artıq i-m bölünsün 2 yazacağım. Bax, i-nin yerinə, dedik, bax, bu i-nin yerinə i-m bölünsün 2 yazacağım. i-m bölünsün 2 və i-nin başı kvadratdır deyə. Onda bu i-m kvadratı bölünsün 4 şəkildə oldu. Bunu da belə yazım. Sonra eyni olan hərfləri mütərizə xaricinə çıxardıram. L-m kvadrat bölü 2, L-m kvadratı bölünsün 2. Bunlar eyni olduqlarına görə çıxacaqlar mütərizə xaricinə və belə olur son ifadə. L-m kvadratı bölünsün 2. Bax, bunun yeri boş qalan yeri 1 deməkdir. 1 minus, bu da görsə nədir? 4 bölünsün 1 qalır burada. 1 minus 4 bölünsün 1 və bu ifadə artıq dedik nədir? L-m kvadratı bölünsün 2-dir. Bura isə bizə tam enerjini verəsidir. Onda istərsən bunu qoy, kənardan bir boşluq hissədən götürüm, yazım. Biraz buradan yer açım mən. Bu hissədən yer aça bilmədim mən. Yaxşı, buradan altdan yazıram belə. Təbii ki, bizim bu son ifadəmiz belə qaldı. Elektrik sahəsinin enerjisi. Bax, bunun yerinə mən gətirəm tam enerji yazaram. Mötərizənin içi də 1 minus 4-də 1-dən ibarətdir. Mötərizənin içi də məlum daha bizə 4-də 2 verəcəkdir. Yəni, bax, 4-dür ortaq məxrəcləri bunların. 4-ü 1-ə böldük, bura 4, 4-ü 4-ə böldük, bura 1, 4 vuruldu 1-ə, 1 də 1-ə vuruldu, bu da elədi belə. Burada bizə tam enerjidir. Bu da elədi 4-də 3 tam enerji. Və sonra isə 4-də 3 tam enerjimiz də bizim 100-dür. 300-də 4-ə böləndə bu da elədi 75 millijoule-dan ibarət. Sonraki sualımıza baxaq. 55 idi, bu 56-cı sualımız. İndi baxaq. Bu sualımızda bizə deyilir ki,
Ampermetrenin göstərişi nəyə bərabər olacaq? Demişdim ki, istər ampermetr kənarda dursun, istər sərğac dursun. Burada bizim ampermetrimiz həmçinin dəyişmiş olacaq. Yox, bizdən sadəcə qiymət soruşur. Gəl baxaq. Deməli, cərəyan şiddətimiz I bərabər O bölünsün R-dən belə qrafikin düsturu belədir. Öncə yuxarı hissədə görürəm ki, cərəyan şiddətimiz bizə 2 amper şəklində verilibdir. Gərək ki, bizə lazımdır aşağı hissədəki də cərəyan şiddətini tapaq. Sonra bir iki dənə cərəyan buradan cütləşsin, gəlsin. Bu tam düyün qırmızı nöqtədə cərəyan şiddəti ümumi toplayacağım. Çünki biz bilirdik ki, paralel birləşmədə ümumi cərəyan tapanda birinci ilə ikinci cərəyanlar cəmlənəcək ki, bu bizə ümumi ampermetrimizin qiyməti nədən ibarət olduğunu bilək. İndi buranı belə götürək də. Bura istərsən bir tərəfdir. Birinci cərəyan şiddətimiz 2 amperdir. Birinci müqavimətimiz 4-dür. Sonra aşağıda 2-dir. 2 bilmirəm nədir. R2-ni də bizə 8 veribdir. Digər nisbət yazsa da birbaşa bunu tapa bilərəm. İkinci cərəyan tapmaq lazımdır sadəcə. Cərəyan şiddət müqavimətlə tərs asılıdır. Onda R1-i R2-yə böləcəm. Birinci müqavimətimiz 4-dür. İkinci müqavimət 8-dir. Bu da elədir 2-də 1-dən ibarət. Oradan da ikinci cərəyan tapandır. I1 2-yə bölünəcəkdir. I1 2 amper, bu da 2-dirsə, bu elədir 1 amperdən ibarət. Ümumiyyətlə, harada müqavimət çoxdursa, orada cərəyan şiddətimiz az olacaqdır. Bu da belə. Demək nə tapdıq? İkinci cərəyan şiddətimiz bizim 1 amperdir. İndi 2 amperlik cərəyan buradan yuxarıdan gəlir. 1 amperlik cərəyan da aşağıdan gəlir. 2 ilə 3 buradan neynədir? 2 ilə 1 buradan neynədir? Toplandı. Ümumi cərəyan şiddəti nə qədərdir? 3 amperdən ibarət oldu. 57-ci suala baxaq. Uyğunluğu mənə edək. Elastiklik deformasiya zamanı verilmiş çubuğu deformasiya etirən qüvvəni 2 dəfə artıranda en kəsin sahəsi də S konstant olasıdır buradan. Əgər qüvvəni buradan artırsaq, artırdan, belə qoyaq, buxumuzu yuxarı qoyaq. Sərtlik, biz bilirdik ki, sərtlik yalnız S-yə bölünsün, L sıfırdan asılıdır. Yəni, bax, buradakı fiziki kəməklərdən asılıdır. Ona görə də qüvvəni istərsən artır, istərsən azalt. Sərtliyi dəyişməz. Bunun cavabını dəyişməz olaraq yazıram. Belə. İkinciyə baxıram, mexaniki gərginlikdir. Mexaniki gərginlik sigmadır. Sigma nəyə bərabərdir? Qüvvənin sahəyə olan nisbətdir. Sahə deyir konstantdır. Amma dedi ki, qüvvəni artır. Qüvvəni artıranda mexaniki gərginlik qüvvə ilə gördüyümüz kimi düz asılıdır deyə 3 dəfə artırmışıq qüvvəni 2 dəfə. Deməli, onda mexaniki gərginlik də sigmamız, yəni mexaniki gərginlik də nə oldu? 2 dəfə artdı. Bunu da qoyduğumuz yuxarı 2 dəfə artır. Bax, buna uyğun gələn cavab A-dır. Sən qoy qıraqdan yazıda 1, 2, 3. İkincini tapmışam A variantı. Birincini də o tərəfdədir, ona baxıram. İndi üçüncüyə baxıram buradan. Üçüncüdə isə potensial enerjiyə baxacağım. Buradan dəyişməz olanı mən götürürəm. Sərtlik üçün də potensial enerjiyə baxaq görək. Potensial enerjimiz üçün vəziyyət necə olacaqdır? Dəyişməz Y variantına getmişdi də. Bir sərtlik üçün dəyişməz. Buraya yazıram. Potensial enerji üçün hansı düsturu götürürəm? Y potensial enerjinin bərabərdir. F kvadratı bölünsün 2K-dan ibarətdir. Buradan da qüvvəni də 2 dəfə azalt, artır dedisə, bax, qüvvə nədir? Kvadratdır. Onda 2-nin kvadratı olur. Nə qədər? 4 dəfə gəlib artar da. Ona görə buradan potensial enerjimiz bizim 4 dəfə artar. 4 dəfə artar da hara getmişdi, çıxmışdı? Baxaq görək hansı cəhətlədir. Bu olasıdır C variantı. Üçüncüyə də C variantı uyğun gəldi. Demək necə oldu? 1 idi, 2 aydı və 3 də C-dən ibarətdir. Ya C olur sualın cavabı. İndi isə 58-ci suala baxaq. 58-ci sualda termistoru müəyyən temperatura qədər qızdırdıqda voltmetr və ampermetrin göstərişi necə dəyişmiş olacaqdır? Deyir ki, biz burada müvafiq düsturları yazacaq. Voltmetrimiz demək bizim budur. V1, V2-yə baxasıyıq. Bir də ampermetrimizə baxırıq. Baxaq ki, burada nədir? Termistordur. Termistor bilir ki, yarım keçiricidir. Bunun müqaviməti demişdi, bax, yalnız və yalnız metal rezistor, yəni bax, bu çəkdiyim var ki, düz bucaqlı, bu metal rezistordur. Bir tək bunun müqaviməti temperatur ilə düz asılıdır. Bunu əgərlərim artırsa, müqavimət də artar, azalırsa, müqavimət də azalır. Qalan nə ifadə görsən, lap tanış olmadığın bir ifadə görsən, hamısının temperaturu müqavimətlə tərs asılı olacaqdır. Ona görə elə olduğu halda termistor deyirsə, termistorun sxemi bax bundan ibarətdir. Belə bir sxemdir.
Bu sxemdə baxıram ki, buradadır. Deməli, neynədir? Deyir, temperaturu qızdırdıqda, bunu qızdıranda, deməli, bunun temperaturu artırsa, termisturu müqaviməti azalmış olacaqdır. Termisturu müqaviməti azalanda gərginliyə baxıram ki, bu ikinci gərginliyin qolu budağı hara gedir çıxır? Bunu ölçür də. Buradakı termisturu ölçür. Deməli, onda bunun üçün düstur. Bu bərabərdir I-R'dən ibarət olduğu üçün bunun müqaviməti azalırsa, onda buradakı ikinci bizim gərginliyimiz də azalmış olacaqdır. Tapıram ki, ikinci gərginlik azalır. Bunu elə buradan yazırım. U2 azalır və biz demişdik ki, belə ardıcıl məsələlərdə birinci gərgin biri artırsa, biri azalacaq ki, buradakı gərginlik öz konstantlığını qoruya bilsin də. Onda bu azaldısa, bu birinci gərginliyimiz bizim artdı. Tapırıq nə? U1 artar və U2-miz isə bizim burada azalmış olacaqdır. İndi ampermetrə qalanda isə, bax, buradakı müqavimətimiz bizim azalıbdır. Cərəyan şiddətini tapanda isə U bölünsün R-dən ibarətdir. Müqavimət azaldısa, bunun cərəyan şiddəti o zaman gəlib artmış olacaqdır. Yəni, ampermetrdə cərəyan şiddətimiz bizim burada artır. Cərəyan şiddəti A ampermetri gedir, U2 V2 gedəcəkdir. U1 də V1 olasıdır ki, cavablarımız bizim bundan ibarət olur. U1 artar, U2 azalar və ampermetrimiz isə bizim buradan artmış olacaqdır. Baxaq 59-cu suala. Bu hissələri buradan biz silək. Aha. Yer səthindən şaqlı yuxarı atılan cismin sürətinin proyeksiyasının zamandan, yəni t-dən asılı qrafiki verilmişdir. Cismin maksimal hündürlüyə qalxma müddətinin, yəni bax müddətinin neçə saniyədə olduğunu hesablayacaq. Yaxşı, indi gəlin belə eləyək. Öncə mən baxıram, bax bu qrafikimizə həmişə hansı hissə daha çox verirsə o hissəyə yanaş. Bu qrafik buradan çıxanda göy nöqtəsi əslində bu hissə bizim T qalxmamızdır. Onu bizdən soruşur. Bu vəziyyətdə bu çıxanda onun başlanğıc sürəti sıfırdır və gəlib bura çatanda qırmızı tərəfə. Oradakı artıq son sürətimiz bizim mənfi 20 elədir. Buna görə isə bu zamanda 6 deyil ha, yəni fikir ver bura. Yaşıl xəttin aralığındakı qalan hissədir. Yəni 6-dan T qalxmanı çıxmış olacaq. Bu bilirsiniz nədir? Elə bir ki, belə təsəvvür edin də. Buradakı tutaq ki, qiymət deyirəm 2-dir, buradakı zaman 6-dır. Yaşıl hissə 6 ilə 2-nin fərqi 4 saniyədən ibarət olacaqdır. Yəni ona görə də mən bu aralığı tapıram deyə. Mənə bu aralıqdakı buradakı zaman lazım. Bu zaman 6-dırsa, burada bizim T qalxmamızdır. Bunu da nə cür belə başa düşə bilərik? Dedi ki, şaquli yuxarı atılan hərəkətdir. Bir cismi üzü yuxarıya doğru atıram, bu belə. Bunun artıq bu orta hissəsi onun H maksimal tərəfidir. Bu H maksimalımız olanda və bu hissə bizdə T qalxmadır. Həmin o T qalxma buradakı sürətdəki qrafikdə bu öz əksini burada tapacaqdır. Onun buradakı son sürəti gəlib 0 olacaqdır. İndi bu tərəfdən bax bu hissəni belə qəbul edə bilərik. Və davam edirik. Buradakı tənliyə əsasən və bu göy xəttdə bir yandan da demişdik ki, əgərlərim sürətin zamandan asılılıq qrafikini versələr bizə, sürət qrafikləri üzü yuxarıya doğru tez zamanla uzaqlaşırsa bu yerləşən hərəkətdir və də bu x oxun əksi istiqamətdə göstərmə olar. Belə üzü aşağı doğru gedirsə, burada yerləşən hərəkətdir. Yəni biz də nə görürük? Bu hərəkət yerləşən hərəkətdir. Ona görə yerləşən hərəkətimizə görə sürətimizdən başlayıram tənliyini yazmağa. Bunları buradan silirəm. Bu kənardan yazın verilənləri. Başlanğıc sürət bu göy xəttdən çıxdığına görə 0-dır. Son sürətimiz mənfi 20 elədir. Zaman da 6 ilə T qalxmanın fərqindən ibarətdir. Yerləşən hərəkətimizə düstur V bərabər V0 üstə gəlsin A T-dən ibarətdir. Görürəm ki, burada J verir. Onda A-nı da J ilə əvəz edəcəm. Deməli, bizim buradakı son sürət mənfi 20-dir. Son sürətin yerinə mənfi 20 yazıram. Bir də onu yadda saxlar ki, bu yerləşən hərəkətdir. Yerləşən hərəkət sürətlərin təcilin eyni olmağı deməkdir. Başlanğıc sürət 0-dır. Bax, bunun yerinə 0 yazacağım. Yəni, belə olur. Bura 0. Demək, buradakı sürət mənfidirsə, deməli, buradakı təcilimiz də mənfi olacaq. Axı, bunlar yerləşən hərəkətdir. Yerləşən hərəkətdə sürət ilə təcil eyni işarəyə malikdir. Ona görə şeyimiz 10-dursa, T-ni də belə T şəklində yazmıram. T dedik nə cürdür? O göy hissə hansı aralıqdadır? 6 ilə T qalxmanın fərqidir. Ona görə buradakı T-nin yerinə 6 çıxılsın T qalxma şəklində yazacağım. İndi buranı sadələşdirsəm, daha burada 0 yazmağın bir önəmi yoxdur. Olur bu şəkildə. Mənfi 20 bərabərdir. Mənfi 10 buradan 6-ya vurulanda bu elədir mənfi 60. Sonra
-10 buradan t qalxmaya vurulanda mənfisinə bu deyilədir müsbət t qalxmadan ibarət 10 t qalxma daha doğrusu qoy bunu silək təzədən aydın yazaq. Müsbət 10 t qalxma çünki mənfi mənfiyə vurulanda müsbət olaraq bu. Buradan da -20-dən -60-a çıxıram. Elə bil bu yana keçirdirəm də bunu. Bunda -20 üstünə gəlir 60, bu da elədir 40. 40 bərabər olur 10t qalxmadan ibarət. T qalxmanı da tapanda sıfırlar iksir olur, qalır 4 saydan ibarət. Bu deməkdir ki, deməli bizim buradakı qalxma müddətimiz 4 saniyədən gəldi ibarət oldu. Aralıqdakı zaman fərqi 2-dir. Amma o məndən zaman fərqini demir ki, o mənə deyir ki, elə qalxma sadəcə müddətini tap. Qalxma müddətimiz də bizim 4 saniyədən gəldi ibarət oldu. Uçuş müddətini sorursaydı, uçuş müddət həmişə t qalxmadan 2 dəfə böyük olur. Onda 2-ni 4-ə vurardıq, bölərdi 8. Yəni qrafikini yenə kənardan göstərirəm. Buradan bura qədər. Bu hissəsi olur t qalxmamız 2 saniyə. Burada uçuş müddətdir. Üzr istəyirəm. T qalxmamız 4, uçuş müddətimiz də 8 saniyədən ibarət olacaqdır ki, cavab belə tapılır. 60-cı sualımıza baxaq. Verilmiş kütləli bir atomlu ideal qaz üzərində gedən prosesdə qaz 100 kJ istilik miqdarı almışdır. Gəl bunu yazam ki, Q 100 kJ-dan ibarətdir. Bunu yazıram bir kənara. Qazın sıxlığının, yəni Rho-nun temperaturu, yəni T-dən asılı qrafikini əsasən koordinat oxları üzərində uyğun qiymətləri göstərməklə onun gördüyü işin istilik miqdarının asılı qrafiki hansı olacaqdır? Deməli, qazın gördüyü işin, yəni H-in istilik miqdarı, yəni Q-dən asılı qrafiki nədən ibarət olacaqdır? Öncə mən bu qrafikə baxıram ki, görüm bu nə cür prosesdir, ona uyğun tapaq da. Niyə görə Rho T-dən düz asılıdır? İndi bunun üçün bir düstur yazıram, ortaq düstur olmalıdır. Rho bərabər P-in bölünsün R T-dən ibarətdir. Baxıram ki, Rho T ilə tərs asıdır. Deməli, o izoproseslər var idi, PV bərabər T. Buradan qıraqda qalan fiziki qiymətlərimiz hansı? Təzyiqdir. Deməli, burada bu asılıq qrafikimiz var. Təzyiqin konstant olmağıdır. P-miz bizim konstantdır. Yəni, izobar proseslərdə ya PV ya da PVT üçündən biri konstant oldu. Yəni, burada düşdü deməli, P-miz bizim konstant oldu. Bax, yenə də deyirəm. Bu fiziki qiymətlər onsuz da həmişə konstantdır. Onlar izoprosesə daxil deyil. Onlar sadəcə dəyişməzdir. Amma izoproseslərdə P konstantdır. Deməli, bizim bilirik ki, təzyiqimiz əgərlərin konstant olanda bizə dedi ki, işlə istilik miqdarına baxaq. İstilik miqdarında izobar prosesdə qazın gördüyü iş istilik miqdarının 0,4 mislinə bərabərdir. Onda 0,4-dür. Q-nü bizə nə qədər verib? 100 kJ veribdir. 0,4-ü də 100-ə vuranda bu elədir 40 kJ-dan ibarət və görürəm ki, İş külə necə asılıdır? Düz asılıdır. Onda düz asılmasının qrafiki belə olacaqdır. Sıfırdan uzaqlaşdı. İşin qiyməti nə qədər oldu? 40 kJ. Buradan vahid olaraq kJ yazıram. Bəs istilik miqdarı nə qədər oldu? 100 kJ. Bunun da yerinə 100 kJ yazıram. Bunu biraz da dəqiq qoy çəkim qrafikini. Bu elə bir belə olur da. Bax bu cür şəkildə. Çünki istilik miqdarının qiyməti 100-dür axı daha çox uzaqda olmalıdır sıfırdan. İş isə 40-dır. O biraz sıfıra nisbətən yaxın olacaq. Amma asılı qrafikimiz belə düz şəkildə olacaqdır. Bu da bizim sualın cavabı. Əgərlərim yenə deyirəm, yadınızdan çıxarsa, izobar prosesdə iş istilik miqdarının neçə mislidir? Onu belə demişdim, yadda saxın. Həmişə qazın gördüyü işin düsturu νRT ya da PV-dir. Sonra daxili enerjimin düsturu 2-də 3 νRT-dir və istilik miqdarının da düsturu 2-də 5 νRT-dir. İzobar proses deyəndə, misal üçün, işlə istilik miqdarından söhbət getdisə, bunların önlərindəki əmsallara fikir fokuslan. 1 və 2-də 5. Yəni, götürürsən oradan A'-la Q-nün əlaqəsini tapanda, yadından çıxırsa əgər, elə A'-ı Q-yə böl, A'-ın düstur önü 1-dir, Q-də isə 2-də 5-dir. 2 də qalxar yuxarı, 2 5-ə bölünər, eləyər 0, onda 4. Oradan da çıxır ki, A', 0, onda 4 Q-dən ibarətdir. Bu belə. İndi bax, deyək ki, və yaxud da biz buradan götürürük daxili enerji ilə istilik miqdarına. Yəni, O ilə Q-yə baxıram. Onun düsturunu görəm nə qədərdir? 2-də 3 və Q-də isə 2-də 5-dir. Onu Q-yə bölərəm. Onun düstur önü 2-də 3-dür və Q-də istilik miqdarında isə 2-də 5-dir. Bu da belə. 2-lər buradan ixtisar olunur, qalır 3 bölünsün 5. 3 də 5-ə bölünəndə bu da elədir 0,6. Onda 6. Demək ki, onda daxili enerjimiz bizim 0,6 Q-dən gəldi ibarət oldu. Və yaxud da
İş ilə istilik daxili enerji bax. Yəni necə istəyirsən elə əlaqələndirə bilərik. Beləliklə birinci qrup üzrə sualların sonuna gəldik, çatdıq. İndi isə dördüncü qrupdan situasiya suallarına baxaq. Buradakı suallar hamısı eynidir, sadəcə situasiya bir dənə fərqlidir. Baxaq buradan görək nə deyir bizə. Qalvanometrə birləşdirilmiş sarğaca maqnit daxil eləyəndə qalvanometrin əqrəbi meyl edəcəkdir, yəni tərpəndir. Aktiv müqavimətimiz 5 ohm verilib. Aktiv müqavimət R-lə yazılır. Bunu kənardan yazaram ki, bu 5 ohmdan ibarətdir. Sarğacdan keçən maqnit selimizin zamanı 0,2 saniyə müddətində verilibdir. Maqnit selimiz fi bərabərdir 0,116 V1'dir və elementar yükümüz də bizim 1,6 vur 10 üstü -19 kulondan ibarətdir. Bu verilənlərə əsasən indi şəklimizə biz buradan fokuslanaq, baxaq görək. Şəkil nə cürdür? Aha. Biz ümumiyyətlə bilməliyik ki, bax bunu da belə izahda danışmışdı ki, əgərlərin bir maqnit sarğaca daxil olacaqsa, bax buradan isə sarğacı biz qıraqdan belə çəkək. Bu hissədə sarğaçdır. Əslində buralar sarğaçdır. Bu sarğacı yaşlı rənglə göstərib belə aydın görsün. Əgər bir maqnit həmin bu sarğacın içinə daxil olacaqsa, qütblərin fərqi yoxdur. NS qoyduq. Daxil olacaqsa, mütləq həm daxil olanda, həm də çıxanda burada cərəyan yaranacaqdır. Yəni, bu qalvanometr var ya, sıfırdan 3-ü fərqlənəcəkdir. Əqrəblərin yeri dəyişəcəkdir. Bu da görür ki, əqrəbi bunun haradadır? Buradadır. Deməli, bu buradadır ki, cərəyan yaranıbdır. Cərəyan arta da bilər, azala da bilər. Daxil olanda artımdır. Yəni, bax, bunu bura daxil eliblər. Bu deməli artımdır. Daxil olanda nə cür yadda saxlayıram? Fi, maqnit selinin dəyişmə sürəti artar, cərəyan şiddətinin dəyişmə sürəti artar, elektrik hərəkət qüvvəsi azalmış olacaqdır. Əsas odur ki, daxil eləyəndə və çıxaranda burada əqrəb dəyişir. Əqrəbin dəyişməsinə səbəb həm daxil eləmək və yaxud da çıxartmaq olacaqdır. Amma elə ki, həmin maqniti gətirib bu sarğacın içinə qoysam, onu burada belə-belə fırlatsam, o zaman burada dəyişim olmaz. Bir daxil eləyəndə, bir də çıxaranda yaranmış olacaqdır. Çıxaranda bunlar azalacaqdır. Bax, yəni sıfırdan kiçik olacaqdır. Elektrik hərəkət qüvvə o zaman böyük olacaqdır. Yəni qısacası maqnitimizi, bax bu maqnitimizi həmin o sarğacın içinə daxil eləyəndə bunun yaranmasına səbəb maqnit seli orada artır. Maqnit seli dəyişəcəksə də burada deməli elektrik hərəkət qüvvəsi yaranacaqdır. O zaman da elektrik hərəkət qüvvəsi də yarananda buradakı başlayacaq bizim cərəyanımız yaranmağa ki, həmin buradakı qalvanometrin əqrəbi artıq sıfırdan fərqli bir qiymət alacaqsa, orada o cərəyanın yaranmağını bizə göstərmiş olacaqdır. Cavab belə olur. İndi dedi əqrəbini izah elə, səbəbini izah etdik. Bu nədir? 88-ci sualdır. İndi 89-a baxıram. Deyir ki, burada maqnit sarğacı daxil edilmə müddətində sarğacdan keçən elektronların sayını müəyyən edək. Bunu keçirdək bu yana. Bayaq yazdıqlarımı bunu bura köçürdüm. Bizə deyir ki, elektronların sayını müəyyən edir. Say da eyni soruşur bizdən. Eyni sualdır, axtarışdadır. Aha. İndi biz bilirdik ki, bunu nə cür tapa bilərəm? Ümumiyyətlə, maqnit selinin müqaviməti görəndə bil ki, bu düstur fi bərabər QR-dən ibarətdir. Sadəcə mən istəyirəm ki, bu düsturun hardan gəldiyini bir sizə göstərəm və fi bərabər QR hardan gəlir, çıxır. Biz bilirik ki, I cərəyan şiddət bərabər idi, gərginliyin müqaviməti olan nisbətidir. Biz demişdik ki, buradakı gərginlik elə elektrik hərəkət qüvvəsi. Bunu götürərəm, belə yazaram. Digər yandan da bilirik ki, elektrik hərəkət qüvvə maqnit selinin zamanı olan nisbətidir. Ona bunun da yerinə fi bölünsün t yazaram belə. Buradan da fi'ni maqnit selini tapanda fi bərabər olur it r-dən ibarət olur və it isə bilirik bizə nə verir? Yükü verir. Onda bunun da yerinə gətirərəm, yükünü qoyaram. Onlar düstur QR-dən ibarət və salam. Yəni bu düsturun gəlişi belədir. Ya da xoşuna gəlirsə, əzbərlə yadında yaxşı qala bilirsə, lap yaxşı. Yadını saxla, əzbərlə. Bu belə. Digər yandan n-dir. Biz bilirik ki, yük nədir? Elektronların sayı vurulacaq elementar yükü. Onda n-in də yerinə buradan bu ifadəni yazacağım. Fi bərabər Q-nun yerinə n, y, bir də vurulacaq müqavimət. N-i tap deyir bizə buradan. Dedik ki, nəyəsə tapırıqsa, onun yanındakılar həmişə məxrəcə düşür. Yəni, n-i tapanda elementar yük vurulsun müqavimət məxrəcə, fi isə sürətdə qalacaq, yəni maqnit sel. Fi verilib bizə 0,16. Elementar yük 1,6 vurulsun 10 üstü -19. R müqavimətimiz də bizim burada 5'dir. İndi buradan sadələşdirsəm bunu 0,16-nı 1,6-ya böləndə bu elədim
Nə qədər? Demək 0 tam onda 1, məxrəcimdə 5-dir. 10 üstü mənfi 19 sürətə qalxanda 10 üstü müsbət 19 eləyəcəkdir. Buradan da bir onluğu, 2 dənə onluğu gətirib bura versək, onu 5-ə bölsək bu 2 eləyəcəkdir. Burada isə qalacaqdır 10 üstü müsbət 7 və 10 üstü 5, 10 da 5-ə bölündə 2 vur, 10 üstü müsbət 17 elektronların sayı buradan ibarət olacaqdır. N tapırıq 2 vur 10 üstü müsbət 7. Bu belə. Keçdik indi 90-cı sualımıza. Bu sualımızda isə maqnitli sarğaca daxil edəndə maqnit selinin və sarğacda yaranan induksiya YHGS modulunun zamanın asılı qrafini qurun. Koordinat oxları üzərində kəmiyyətlərin qiymətlərini çəkir. Baxaq görək nəyə deyir bizə? Maqnit selinin elektrik hərəkət qüvvəsindən asıllıq qrafikinidir. Maqnit seli F-dir. Elektrik hərəkət qüvvəmizin zamandan asılı hər ikisinin, yəni demək istəyir ki, bizə F-nin zamandan asılı qrafikini çəkəcək. Bir də elektrik hərəkət qüvvəsinin hər ikisinin də zamandan asılı qrafikini çəkək. Baxaq, deməli biz bilirik ki, F bərabərdir. Elektrik hərəkət qüvvə vurulsun zamandır. Bu, bununla düz asılıdır. Ona görə bizim düz asılığımızın qrafiki gəlib bu şəkildə olacaqdır. Digər yandan demişdik ki, əgərlərin, bax bunu demişdim belə yadda saxlayın. Yerdəyişmə ilə maqnit selinin qrafikini bir yadda saxla. Elektrik hərəkət qüvvəsi sürətin qrafikini bir yadda saxla və yerdəyişməni ilə bir qrafiki qoy kənardan bunu çəkin. Bu belə çəkəti S-in T-dən asılılığı, V-nin T-dən asılı qrafiki. Yerdəyişməyimizin qrafiki bu şəkildə olanda sürət konstantı düzdür. Deməli, onda elektrik hərəkət qüvvəmiz də bizim burada sabit olacaq. Buna səbəb F ilə T bir-birinə düz asılıdırsa, kənarda qalan hərfimiz bizim həmişə burada konstant oldu. Yəni, elektrik hərəkət qüvvəmiz dəyişməz, konstantlar olanda bu xətlər onlara perpendikulyar şəkildə belə keçir. Yəni, yenə də deyirəm, F ilə S-i bir yadda saxla, E ilə də V-ni. Buna fıs deyirik, fısıltı deyirik, buna da ev deyirik, ev sözlərindən yadda saxla ki, bir yolla bunlara yadına qala bilsin. İndi də bunlara uyğun olaraq qiymətlərimizi götürək, yazaq da. Bu baxın görün qiymətlərimiz bizim nədir? Bunu bura köçürdən, bir tərəfdən silim. Birdən yazaq gözümüzün önündə dursun. Yazmışam daha doğrusu. Yazdıqlarımı bura köçürdüm. Aha. Buradan demək bizə maqnit selimizi 0,16 veribdir. Deməli, bu qrafikin bu hissəsinə maqnit selinin yerinə 0,16-nı yerləşdirim. Belə yerdəşməni buradan silirəm, sürəti də silirəm. Sonra isə buradan isə zamanı da nə qədər veribdir? 0,12. Daha doğrusu 0,2. Bunu da yerinə 0,2 yazıram. Sonra elektrik hərəkət qüvvəmiz nə cür taparam? Elektrik hərəkət qüvvəmiz də F bölünsün T-dən ibarətdir. Maqnit seli 0,16, zaman da 0,2-dir. Bu da eləyəcəkdir 0,8 voltdan ibarət. Bu da belə. Vahidlərini də yazıram. Bura volt düşür. Bunlar saniyələrdir. Bu da Weberdən ibarət olur. Bu tərəfimizdə də həmçinin saniyə gəlib düşəcəkdir. Və salam. Bizim asılı qrafiklərimiz bunlardan gəldi, ibarət oldu. Buradakı zaman da 0,2 saniyə əsasən biz çıxartdıq da. Beləliklə sualların sonuna gəlib çatdıq. Əgər bu izahlar sizə faydalı oldusa, videonu bəyənib, paylaşıb və həmçinin öz fikirlərinizi rəy bölümünə yaza bilərsiniz.